Qaymaqlı alma keksinin tarixçəsi. Lazım olan materiallar toplanmışdı. Erinə görə artıq burada qalmaq mənasız idi. Şon isə getmək istəmir, bəzi insanların həyatını araşdırmalı olduğunu deyirdi. Dublində olduqları 10-cu gün idi. Erin otelin foyesinə düşdü. Axşam saat 8 idi. Şon otelin kafesində pəncərəyə yaxın oturmuş, gözlərini narın yağan yağışa zilləmişdi. Erin ona yaxınlaşdı. Qarşısındakı çay çoxdan soymuşdu. Qaymaqlı alma keksinə toxunmamışdı belə. Erin bir neçə dəfə astadan səslənsə də, Şon heç nə eşitmirdi. Nəhayət, sonuncu çağırışa cavab verdi. Şon, sən Dublinə gələndən çox fikirlisən, niyə beləsən? Şondan səs çıxmadı. Məndə də bəzən belə hallar olur. Narahat olduğum məsələni heç kimlə bölüşmək istəmirəm. Erin stulu çəkib Şona lap yaxın əyləşdi. Çiyini Şonun çiyninə toxundu. Bununla Şona olan dəstəyini hiss etdirmək istəyirdi. Şon ayağa qalxıb əllərini pəncərəyə dayadı. Qız pərt halda başını aşağı əydi. Saçlarını üzünə tökdü. Erin son zamanlar Şonun diqqət və qayğısına çox ehtiyac duyurdu. Bunu görmədikdə özü onun diqqətini çəkməyə çalışırdı. İndi isə qəlbinə yol tapmış insanın özünün qayğıya ehtiyacı vardı. O, ən yaxın dostunun məzarının başına gəlib oranı nəcüs edirmiş. Şon dilləndi. Erin mat-mat ona baxdı. Abaddonu deyirəm. Reyi məcbur edirmiş ki, Hagenin qəbrinə gedib oranı öz nəcisi ilə mundarlasın. Bu işi həqiqətən də etdiyinə əmin olmaq üçün adamlarından birini yanına da göndərirmiş. Hagenin, Reyin, Doretin başına gələnlər... Sən çox təsirlənmisən, Şon. Bu məndə təəccüb doğurur. Demək istəyirsən ki, mənim qəlbim yoxdur. Demək istəyirəm ki, böyük təcrübənə, praqmatikliyinə rəğmən yenə də bir cinayət hadisəsinə bu cür münasibət göstərməyin qəribədir. Hagen və Doretin intiharından sonra valideynləri şəhəri tərk ediblər. Hara getdikləri bilinmir. Uzun zamandır ki, Reyi də görən olmayıb. Bəzilərinin dediyinə görə Amerikaya köçüb. Bəzi ehtimallara görə isə Abaddon tərəfindən öldürülüb. Şon fikirli danışdı. Onların hadisəsi yadıma başqa bənzər hadisəni saldı. Şon gözlərini çöldə həzin-həzin yağan yağışdan çəkmək istəmirdi. Sükut içində bir xeyli seyr etdikdən sonra baş verən o hadisəni danışmağa başladı. Çox uzaq keçmişdə iki qardaş yaşayırdı. Onlar çox çətinliklə dolanırdılar. Barmaqla sayılacaq qədər paltarları, qarınlarını güclə doyuran ruziləri, yoxsul otaqlarını isitməyə gücü yetməyən köhnə odun sobaları vardı. Soyuq havalar onların həyatını daha da çətinləşdirirdi. Gecəni həyətdə oynadığı paltarlarla yatar, elə məktəbə də onlarla gedərdilər. Qardaşlar hər səhər çantalarını bellərinə alıb, böyük həvəslə evdən çıxır, yol boyu şirin söhbət edərək uzun məktəb yolunu qısaldırdılar. Bir gün yenə eyni həvəslə məktəbə yollandılar. Böyük qardaş kiçiyinin əlindən möhkəm yapışmışdı. Çaya yaxınlaşırdılar. O biri sahilə keçmək üçün bərkidilən taxta körpü çox ensiz və köhnə idi. Əvvəlki günlərdən fərqli olaraq bu gün körpü səssiz deyildi. Ətrafına uşaqlar toplaşmışdılar. Onları görən kimi o dəqiqə tanıdılar. Qəsəbənin ucqarında yaşayan, dələduzluqla ad çıxarmış bir dəstə avara idi. Onlardan biri körpünün üzərində dayanıb qardaşlara keçməyə imkan vermir, əllərini yanlara açaraq güya zarafat edirmiş kimi onların qarşılarında sağa-sola hərəkət edirdi. Bu hərəkətdən xoşlanmayan böyük qardaş onu əli ilə kənara itələyir. Yerində səndələyən oğlan az qalır ki, çaya yıxılsın. Bu, avara uşaqların qəzəbinə səbəb olur. Onlar böyük qardaşın üstünə düşüb onu o ki var çırpırlar. Bununla da ürəkləri soyumur, uşağın paltarlarını soyundurub, özünü də çılpaq vəziyyətdə çaya atırlar. Nimdaş, cırıq-cırıq olmuş paltarı qardaşın üstünə tullayıb gülüşərək oradan uzaqlaşırlar. Onlar üçün bu sadəcə bir əyləncə idi. Erin Şonun danışdıqlarına dinməzcə qulaq asırdı. Nəyə görə soruşmursan ki, kiçik qardaş nə edirdi? Axı mənim hadisəmin qəhrəmanı iki qardaşdır. Haqlısan. O kiçik qardaşdan danışılası heç bir şey yoxdur. Çünki o bir kənarda yumaq kimi büzüşüb baş verənləri yad bir insan kimi donuq baxışlarla seyr edirdi. O gün qardaşlar məktəbə getmədilər. 2 aydan sonra isə kiçik qardaş məktəbə artıq tək gedirdi. Böyük qardaş bəs hara getdi? Şon əli ilə yuxarını göstərdi. Göylərə. Kiçik qardaş ona kömək etmədi. O sadəcə baxırdı. Yad bir insan kimi. Heç elə bil döyülən onun qardaşı deyildi. Aydındır. Reybə Hagenin hadisəsi sənə keçmişini xatırladıb. Mən keçmişimi unutmamışam ki, xatırlayım da. Almalı keksinə heç toxunmamısan. Mən bu keksi heç vaxt xoşlamamışam.
Axı həmişə yalnız bunu sifariş edirsən. Erin təəccüblə soruşdu. Bunu qardaşım çox sevərdi. Anamın onu bişirməyə imkanı olmazdı. Qardaşım həmişə deyərdi ki, böyüyəndə çoxlu pulu olacaq və həmişə bu keksdən alıb doyunca yeyəcək. Erin Şonu tanıdıqca, qəlbinin necə ağrılarla bərkidiyini öyrəndikcə ona daha çox bağlanırdı. Artıq özünü saxlaya bilmədi. Bayaqdan boğazına yığılan qəhər göz yaşı ilə axmağa başladı. Şon bunu gözləmirdi. Stulunu yaxına çəkib qızın göz yaşlarını sildi. Sən də ağlamağı bacarırsan? Həmişə kimi zarafatından qalmadı. Erinin kefini açmaq istəyirdi. İndi də sən demək istəyirsən ki, mənim qəlbim yoxdur, hə? Erin göz yaşlarını silən əli ovucuna almaq istədi, ancaq çəkindi. Sadəcə mehriban baxışlarla nəvaziş etdi. Şondan gördüyü ən xırda səmimiyyəti, diqqəti belə sevgi kimi qəbul edərək qəlbinə təskinlik verirdi. Baxmayaraq ki, Şon bunu əsla dilinə gətirməmişdi. Qızı tanıyan hər kəs onun qəlbindən keçənlərdən xəbərdar olardı, bircə Şondan başqa. Erin isə bütün günü öz hisslərinə qarşılıq kimi qəbul edə biləcəyi ən kiçik bir mehribanlıq, 2 kəlmə söz intizarı ilə vurnuxurdu. Qaf dağının əfsanəvi simurq quşu. Bir gün işdən sonra dostlarla Nəzərin restoranında əyləşmişdik. İşlə bağlı müzakirə üçün toplaşmışdıq. Yoldaşlarım da o məkanı çox sevirdilər. Ən çox da Nəzərə görə. Nəzər əsli Təbrizdən olan Azərbaycanlı idi. Onun söhbətlərinin müştərisi çox idi. Nəzər bizə 12-ci əsrdə yaşamış Fərudiddin Əttar adlı sufi şairindən danışdı. Şairin Məntiqü't Teyr adlı çox məşhur əsəri var. Quşların dili və yaxud uçmağın məntiqi deməkdir. Bu əsər dərin mistik məzmuna malikdir. Nəzər belə şeylərin müştərisi idi. Şair bu əsərdə mənəvi səfəri quşların dili ilə verib. Bir gün quşlar özlərinə padşah seçmək üçün toplaşırlar. Hər quş öz növünün böyüyünün padşahlığını təklif edir. Uzun sürən müzakirələrdən sonra quşların ən müdriki olan Şanapipik deyir. Qaf dağında əfsanəvi simurq quşu yaşayır. Dünyada onun kimi ağıllı, qüdrətli quş yoxdur. O hamımızın padşahı olmağa daha çox layiqdir. Biz yalnız onun hakimiyyəti sayəsində birləşib qüdrətə, izzətə və saadətə çata bilərik. Gəlin Qaf dağına gedək və simurqa padşahlıq təklif edək. Şanapipik peyğəmbərlə həmsöhbət olmuş, onunla bir yerdə səfər etmiş quşdu. Süleyman peyğəmbərin etimadını qazanıb, Səba mələkəsindən ilk dəfə bu quş ona xəbər gətirib. Buna görə də bütün quşlar onun sözünü qəbul edirlər. Quşlar səfərə çıxırlar, ancaq bəziləri yolun çətinliyinə dözə bilməyib, cürbəcür bəhanələrlə geri qayıdırlar. Yalnız 30 quş yolun sonuna kimi gedir, qarşılarına çıxan 7 vadini aşaraq axıra qədər davam edirlər. Əsər quşların Simurqun məkanına çatması ilə sona yaxınlaşır. Quşlar Simurqun məkanında onu tapa bilmirlər. Orada sadəcə böyük bir göl olur. Simurqu görmək ümidi ilə gölə baxırlar. Göldə sadəcə özlərini, 30 quşun əksini görürlər. Anlayırlar ki, axtardıqları Simurq elə özləridir. Əsərin sonundakı məntiqi anlamadım. Erin dedi. Simurq 2 fars sözünün birləşməsindən ibarətdir. Si 30, murq isə quş deməkdir. Hə, Erin dedi. Yəni 30 quş. Əslində elə Simurq olan bu 30 quşun axtardıqları padşah da özləri imiş. Əsərdə dərin mistik simvolikalardan istifadə olunub. 30 quşdan hər biri insanın hər hansı müsbət və ya mənfi xüsusiyyətinə işarədir. Quşların Simurqu tapmaq üçün keçməli olduqları 7 vadi, hər bir sufinin Allahı tapmaq üçün keçməli olduğu mənəvi mərhələlərə işarədir. Əsərin sonunda da mistik açıqlama var. Tanrı insandan kənarda deyil. İnsan və onu yaradan arasında bütövlük və ayrılmazlıq var. İnsan bütün ömrü boyu həqiqət axtarışındadır. Halbuki o həqiqəti görmək üçün sadəcə aynaya baxması yetərlidir. Uzun əziyyətli yoldan sonra anlayırsan ki, heç bir şey sənin öz daxilindən kənarda deyilmiş. Əttar belə dərin məzmunu fikri hardan götürüb? Məntiqü't Teyr İslam irfanının allergolik məsnəvisi hesab edilir. Aydındır ki, kökü onların müqəddəs kitablarındandır. Müsəlman sufiləri çox dərin psixoloji məqamlara toxuna bilirlər. Deməli, hər bir hissin ifrat dominantlığı insan psixikasının dağılmasına, nəticədə insanın şəxsiyyətinin parçalanmasına səbəb olur. Mütləqdir ki, bütün hisslər Simurqun nəzəri altında olsun. Bu zaman insanın parçalanmış şəxsiyyətinin bütövləşməsi baş verir. Bu yerdə səndən razıyam, Erin. Simurqa çatmayınca insan ruhuna aramlıq yoxdur. Daim daxili çəkişmələrin mərkəzində olacaq. Caninin psixologiyası məhz bununla izah olunur. Hər cinayətin səbəbi insanın hər hansı destruktiv hissinə söykənir.
Şon, cani olsaydın səni buna hansı duyğu vadar edərdi? Şon biraz sükut etdikdən sonra nifrət dedi. Kimə nifrət? Özümə. Bir qədər ara verib, bəs sən Erin? Müqəssirlik və çarəsizlik hissi. Eyni ilə girov götürənlərin psixologiyası kimi. Girov götürən hiss edəndə ki, çarəsizdir və vəziyyətə hakim ola bilmir, özünə və digərlərinə bunun əksini sübut edənə qədər başlayır bir-bir girovları öldürməyə. Çarəsiz olduğunu bilən insan ömür boyu bunun əksini kiməsə sübut etmək istəyir. Özünü nədə müqəssir görürsən? Axı kim özünü nədəsə günahkar bilmir ki? Erin üzünə dağılmış saçlarını əli ilə arxaya daradı. Nəzərin özü də yəqin ki, ədəbiyyat üzrə təhsil alıb. Atası ədəbiyyat müəllimi olub. Tez-tez ədəbi məclislərə gedər, Nəzəri də özü ilə apararmış. Nəzərdən soruşanda ki, bu qədər şeiri hardan öyrənib, cavab verərdi ki, hamısı uşaq vaxtı getdiyi məclislərdən eşitdikləridir. Ondan sonra yeni bir şey öyrənmədiyini deyirdi. Şon dərindən ah çəkdi. Nəzər barədə danışmaq çox çətin idi. Şon, çox təəssüf edirəm. Nəzərin işi ilə mən də tanışam. Başına gələnlər çox dəhşətlidir. Şon yenə keçmiş günlərinə, acı xatirələrin ağuşuna qayıtdı. Dolabdan sonraki həyat. Soyğun baş verən gecə o piştaxta arxasında Quran oxuyurdu. Biz hadisə yerinə çatanda ölmüşdü artıq. Oxuduğu müqəddəs kitab qana bulaşmışdı. Yaralanan zaman nə həkimə, nə də polisə zəng vurub. Yarasını da sarmamışdı. Son nəfəsində Quranın al qana boyanmış vərəqlərini təmizləməyə çalışırmış. Müsəlmanlara görə qan napakdır. Quran müqəddəs olduğu üçün onun vərəqlərini mundarlamaq olmaz. Bu böyük günah hesab olunur. Bəlkə də vaxtında zəng etsəydi, onu xilas eləmək olardı. Bəlkə də yox. Həmin nəsgün restoranda Nəzərin xanımı ilə birgə 2 az yaşlı oğlu da olub. Təhlükəni hiss edən ana övladlarını dolabların birində gizlədir. Canilər işlərini bitirib getmək istəyəndə dolabdan səs eşidirlər. 2 qardaş qorxaraq bir-birinə baxır. Böyük qardaş anlayır ki, dolabı açsalar hər ikisi tutulacaq. Qardaşını öpüb, mənə söz ver ki, ailəmizdən kimsə gələnə qədər buradan çıxmayacaqsan, səsini də çıxarmayacaqsan, deyir. Son dəfə qulağına onu çox sevdiyini yavaşca pıçıldayır. Dolabı açıb qışqıraraq qatillərin üstünə hücum çəkir. Əlinə də Nəzərin ət döyəcləyən çəkici keçibmiş. Dəstəyə rəhbərlik edən şəxs onu yaxalayır və çəkici alıb əllərini onunla xıncım-xıncım edir. Sonra isə güllələyib öldürür. Erin Nəzərin işini oxumuşdu, ancaq Şonun dilindən də eşitmək istəyirdi. Cinayət işini aparan müstəntiq həmişə kağızda yazılanlardan daha çox bilir. Nəzərin dəhşətli ölümü yadıma Əttarın qətlini saldı. Əttarı Monqollar öldürürlər. O can verən zaman barmağını boğazının qanına batırır. Daş üstünə təxmini bu məzmunlu sözlər yazır. Deyə bilmərəm ki, bu qədər qüdrətinə və mənimlə də dostluğuna rəğmən yenə də mənə yardım etmədin. Bəlkə də sənin dosta yardımın və nəvazişin belədir. Şon masaya dirsəklənib barmaqlarını saçlarına keçirdi. Hadisə yerinə gələndə yalnız balaca bir uşağın sağ qaldığını dedilər. Ancaq onu dolabdan çıxara bilmirdilər. Ona yaxın gedən kimi ağlayaraq çığırır, ailəsindən biri gəlməyənə qədər oradan çıxmayacağını deyirdi. Mən yaxınlaşıb əvvəlcə onu adı ilə çağırdım. Sonra dolabın qapısını yavaşca açdım. Məni görən kimi ağlayaraq qucağıma atıldı. Mən qorxdum ki, məni də öldürərlər. Ona görə kömək etmədim, dedi. Mən onun keçirdiyi hissləri anlayırdım. O dolabdan çıxdıqdan sonra yaşamaq asan olmayacaqdı. Tənha gecələrdə görəcəyi kabusları da bilirdim. Özünə o qədər nifrət edəcək ki, güzgüyə belə baxa bilməyəcək. İnsanlara bir daha etimad etməyəcək. Mən bunların hamısını çox gözəl bilirdim. O gün Nəzərə həmişə qarşılaşdığım adi qurbanlar kimi baxdım. Elə bil illərlə tanıdığım insan deyildi. Cinayət yerini soyuqqanlıqla tədqiq etdim. Orada sanki uzun müddətdən bəri gəldiyim, mənə hüzur verən yer deyildi. Sonrasını yəqin ki, cinayət işindən oxumusan. Nəzərin işində qatilin cəsədinin bir həftə sonra eybəcər vəziyyətə salınmış halda zibilikdən tapıldığı yazılıb. Kim tərəfindən öldürüldüyü isə gizli qalıb. Nəzərin işini çox diqqətlə oxumuşam. Hər detalı yadımdadır. Orada deyilir ki, onun restoranından ət çəkici və ət baltası oğurlanmışdı. Nəzərin yaxınları israrla bu alətlərin tapılmasını istəsə də bu bir nəticə verməmişdi. Bu mənə də qəribə gəlmişdi. Sorğuya çəkilən insanların heç birində bu məsələdən xəbəri yox idi. Nəzərin işindən sonra sənin apardığın ən azı 10 işdə cinayətkarların əllərinin çəkiclə döyəclənməsi, sonra da balta ilə doğranması məlumatını oxudum. Lombardiya işində, Alex ailəsinin işində, Ambrozian kitabxanasının işində, Londondakı bir neçə qətl hadisəsində, hətta Dublində üzərində çalışdığın cinayət işlərində belə oxşar detallarla rastlaşdım. Sən mənə bunu bir dəfə də demişdin. Düzünü desəm, bu təfərrüatın heç fərqinə varmamışam.
Erin sınayıcı nəzərlərlə ona baxdı. Şon başqa müstəntiqlərin görmədiyi, bəzən isə mühüm hesab etmədikləri ən xırda nüansları olan diqqəti ilə məşhur idi. Amma indi belə mühüm bir məsələyə diqqət etmədiyini deyirdi. Ancaq Mattarella işində, Trenitalia işində, Regents kanalındakı qətl işində, Dublindəki əksər hadisələrdə canilər tutularaq sap-sağlam ədalət məhkəməsinə təhvil verilib. Şon dedi. Düzdür. Onlar da nəzərimdən qaçmayıb. Məncə sənin işlərin iki qrupa ayrılır. Cinayətkarın özbaşına mühakimə nəticəsində işgəncəli ölümü ilə sonlanan işlər və qeyriləri. Birinci qrup işlərdə axtarılan cani daha qəddardır. Etdiyi cinayət də ya uşağın göz qarşısında törədilib, ya da qurban çox aciz vəziyyətdə öldürülüb. Paranoyal yanaşmadır Erin. Mövcud qanun mümkündür ki, mükəmməl olmasın. Ancaq nöqsanlı qanun qanunsuzluqdan daha yaxşıdır. Necə ki, pis hökümdarın olmağı da olmamağından daha yaxşıdır. Hər kəs öz doğruları ilə yaşasa, cəmiyyətdə hərcməclik hökm sürər. Hər kimdirsə, davamlı öz başına mühakimələrlə bu işi cəmiyyətdə təbliğ edir və yayır. Dünyamızın problemi də məhz mövcud qanunlara əməl edilməməsi, öz başına mühakimə yoluna üstünlük verilməsidir. Hətta canilər belə öz çirkin işlərinə bir fəlsəfə donu geyindirirlər. Qanunu ədalətsiz hesab edir, etirazlarını bu şəkildə bildirirlər. Qəzəblənəndə belə ədalətli olmaq, həddi aşmamaq, bu çox çətindir. Bəzən biz ayağımızı tapdalayana elə əsəbləşirik ki, onun ayağının kəsilməsini istəyirik. Sən nə danışırsan Erin? Nə ayaq tapdalamaq? Nəzərin nə günahı var idi? Onun xanımının, uşaqlarının bəs? Sən onların başına gətirilənləri adi bir qabalıqla müqayisə edirsən? Şon O'Neill, sən mənim nə demək istədiyimi gözəl anlayırsan. Mən onların başına gələnləri ən böyük faciə hesab edirəm. Ancaq buna cinayətkar kimi qarşılıq verməyini yanlış bilirəm. Biz bir insan olaraq ən ali işləri ali metodlarla icra etməli, ən qatı cinayətkarla belə ədalət və qanun çərçivəsində davranmalıyıq. Sənin bir müstəntiq kimi vəzifən alidir, şərəflidir. Bu vəzifə səndən nə tələb edir, bir düşün. Cəmiyyətə ədalətli sistemin hakim olması üçün çalışmağı, bu sistemi pozanları mövcud qanunlar əsasında cəzalandırmağı, ədalətin pozulmasına imkan verməməyi tələb edir. Sən cani psixologiyasından davrana bilməzsən. Şon O'Neill bu cür davranışı ilə cəmiyyətin üzərində durduğu sütunu, ədaləti çökdürür. Bu isə qurduğumuz cəmiyyətin tənəzzülüdür. Sənin bu işlərinin acı nəticəsi bir bumerang effekti ilə hansısa bir formada, nə zamansa günahsız insanlara qayıdacaq. Ədalət və qanuna tabelik əzmimiz şiddətli qisas arzusuna, sonsuz qəzəb və nifrət duyğularına qalib gəlməlidir. Gözəl səslənir. Qəzəb halında ədalətli olmaq. Düşmənlə belə ədalətli davranmaq. İctimai nizam üçün qanundan çıxmamaq. Ali hədəflərə ali yollarla çatmaq. Erin, bunlar praktik deyil. Anlamırsan bunu. Bu gözəl sözlər əl-qolumuzu bağlayır. Sən əl-qolunun açıq olmasını nəyə görə istəyirsən? Bir cani kimi hərəkət etmək, zülm etmək üçün? Bunlar hər bir həqiqi hüquq qoruyucusunun şərəf kodeksləridir. Ona əməl etməyəcəksənsə, onda sən nəyi qoruyursan? Nəyin müdafiəçisi hesab edirsən? Ümumiyyətlə, bir cinayətkarı bir qanun keşikçisindən fərqləndirən nədir? Nədənsə mən ictimai ədalət, qanunun aliliyi sözlərini eşidəndə qeyri-ixtiyari olaraq əlim silaha doğru gedir. Bir də ki, sən özün hazırda məni dəlilsiz ittiham etməklə ali qanunları pozursan. Erin daha onun üstünə getmək istəməyib, mövzunu Şonun psixoloji vəziyyətinə yönəltdi. Şon, sən nəsə qorxudurmu? Qardaşım öləndən sonra içimdəki ruhum da öldü. Ruhu ölmüş insanı isə heç nə qorxutmur. Qorxu üçün darıxmamısan? Qorxuruqsa deməli varıq, yaşayırıq. Mən isə başqa cür ifadə edərdim. Qorxuruq, deməli zəifik. Deməli hər an məğlub olma ehtimalımız çox yüksəkdir. Erin söhbəti dəyişib Şonun fikrini dağıtmaq istədi. Qaba olmamışdan əvvəlki Şonla qaba olan Şon arasında bilirsən nə fərq var? Bilirəm. Biri ağıllı, cazibədar, qaba olmayan Şondur. Digəri isə ağıllı, cazibədar və qaba Şon. Sən heç vaxt dəyişməyəcəksən. Dəyişməyimi istəyirsən? Erin biraz susduqdan sonra, yox, istəmirəm. Olduğun kimi qal. Onsuz da sənin zarafatlarına da, xasiyyətinə də öyrəşmişəm. Yenə sükut çöktü. Sonra birdən Şon boğuq səslə dilləndi. Hə, Nəzərin qatilini mən öldürdüm. Bütün gücümü ortaya qoydum və caniləri tez bir zamanda tapdım. Dəstənin başçısını Nəzərin restoranına gətirdim. Hadisənin necə baş verdiyini ondan düz 10 dəfə təkrar soruşdum. Birinci dəfə hadisəni danışanda onu sadəcə güllələyərək öldürəcəyimi düşündüm. İkinci dəfə danışanda düşünürdüm ki, güllələmə yüngül cəzadır, boğazına ip keçirib asacam. 10-cu dəfəsində isə artıq özümə hakim ola bilmədim və onu piştaxtanın arxasına keçirib ağzını bağladım. Nəzərin çəkici ilə barmaqlarını, sonra da ovucunu döyəcləyərək əzişdirdim.
Bunu etdikcə onun sifətinə baxırdım. O ağrıdan var gücü ilə bağırmaq istəyirdi. Ancaq bütün fəryadı içində həbs olunurdu. Boyun damarları şişmişdi. Öz əzələləri az qala dərisini yarıb üzə çıxacaqdı. Bütün siması al qırmızıya boyanmış, şişmişdi. Daha sonra onu ət baltası ilə tikə-tikə doğradım. Hə, bilirəm. Sən indi bütün bunları mənim uşaqlıq travmalarımla əlaqələndirib adını da nəsə bir sindrom qoyacaqsan. Bu cür sonsuza qədər davam edə bilərsən. Ancaq bütün bu izahlar insanın qəlbindəki yaraları sağaltmayacaq. Ağır xatirələrin onu bir kölgə kimi izləməsinin qarşısında almayacaq. Bu izahlar heç vaxt heç nəyi dəyişdirməyəcək, Erin. Erin gözləri bərəlmiş halda Şona baxırdı. Nə deyəcəyini bilmirdi. Bir müddət hər ikisi sustular. Şonun keçmişi barəsində öyrəndiyi məlumatlar Erini dəhşətə gətirsə də, nədənsə ondan uzaqlaşmaq istəmirdi. Hətta getdikcə daha da çox bağlandığını hiss edirdi. Keçmişində olan müəmmalar da onu qorxutmur, əksinə içində qarşısı alınmaz bir maraq baş qaldırırdı. Şonun indiyə kimi heç kəslə bölüşmədiyi hadisələri danışması Erinə qürur verir, onun üçün sıradan bir yoldaş olmadığına ümidləndirirdi. Aşiq olmuş bir qız üçün bu düşüncələr sevdiyinin qabalığına və hətta qəddarlığına göz yummağa kifayət edirdi. Erin öz dəstəyini, anlayışını göstərmək üçün əlini ehmalca Şonun əlinin üstünə qoydu. Şon dərhal əlini geri çəkdi. Üzr istəyərək yerindən durub otağına qalxdı. Erin yaxınlaşmaq istədikcə Şon ondan daha da uzaqlaşırdı. Michael birinin evində əcinnələr var. Gecə Şona mühüm xəbər gəldi. Galway'də 2 nəfər canilərin əlindən qurtula bilmişdi. Canilər tək yaşayan Michael Birin adlı şəxsin evinə girib, onu girov götürmüş, özlərinə başqa bir qurbanı da buraya gətirmişdilər. Qonşular evdən qəribə səslər gəldiyini eşidib, qardaya xəbər vermişdilər. Caniləri nə qədər axtarsalar da tapa bilməmişdilər. Şon və Erin gecə ilə Galway'a yola düşdülər. McGregor, Brady və bir neçə qardadan ibarət dəstə də Galway'a gəlmişdi. Səhər ilk iş palataya daxil olaraq qurbanı dindirmək oldu. Özünü Bridget Regan kimi təqdim edən bu qadın oraya necə gətirildiyindən tamamilə xəbərsiz idi. Halı hələ özündə deyildi. Suallara rabidəsiz cavablar verirdi. Əvvəl qurtulacağıma inamım çox idi. Lakin getdikcə inamımı itirirdim. Sonunda isə öləcəyim fikrinə təslim oldum. Ətrafda nələr olduğunu tam dəqiqliklə qavraya bilmirdim. Həyatımın ayrı-ayrı fraqmentləri elə hey gözümün qarşısında canlanırdı. Bilmirəm niyə. Ola bilsin ki, öləcəyinə əmin olan bütün insanların yaşadığı təbii haldır. Bəlkə də sadəcə ölüm anında insanların belə hallar yaşadıkları barədə çox eşitmişdim, ona görə. Əvvəl çox qorxurdum. Aqibətimə təslim olandan sonra isə qorxu getdi. Sonra qar da gəldi və xilas etdi. Hər şey Tanrının əlindədir. Kimin nə zaman, harada öləcəyini o təyin edir. Demək əcəlim çatmamışdı. Bridget caninin üzünü görə bilməmişdi. Gözləri möhkəm bağlı, otaq da qaranlıq imiş. Hər dəfə yanına fərqli şəxslərin gəldiyini, onların danışıqlarından, addımları səsindən anlayırmış. Onlardan birinin boya, ətir kimi kəskin qoxulara allergiyası var idi. Saxladığım evin zirzəmisində boya var idi. O gələndə həmişə asqırardı və allergiyasını lənətləyərdi. Biri kəkələyirdi. Ağır ləhcə ilə danışan da vardı. Hamısı çox mühüm birini gözləyirdilər. O gəldikdən sonra mənim işim bitəcəkdi. Onlar sənin yanına heç birlikdə gəliblərmi? Şon soruşdu. Adətən bir-bir gəlirdilər, ancaq birgə gəldikləri də olurdu. Bəzən də yanımda mübahisələri düşürdü. Bu çox dəhşətli idi. Bridgetə təqdim olunan ləhcələrdən məlum olur ki, ləhcə ilə danışan 2 cani fransız və almandır. Məktubu yazan şəxslərdən ikisi də fransız və alman olduğuna görə, yəqin ki, eyni cinayətkar dəstəyi ilə qarşı-qarşıya idilər. Michael birin canilərin evinə necə girdiklərini bilmirdi. Onları görməyə macal tapmamış, başından aldığı küt zərbənin təsirindən huşunu itirmişdi. Gözünü açanda artıq evin çardağında üz-gözü qanlı halda uzandığını görür. Bunun ardınca da qar da içəri daxil olur. Michael'ın sözləri də Bridget'in ifadəsi ilə üst-üstə düşürdü. Deməli, Abaddon illər öncə qarda tərəfindən nəzarətə alındığını anlayıb gözdən itmiş, cinayətləri də məxfi şəkildə törədirdi. Canilər həddindən artıq ustalıqla hərəkət etmişdilər. Michael'ın evi qarış-qarış yoxlanılsa da, Michael ilə Bridget'dən başqasının izlərini aşkar etmək mümkün olmadı. Elə bil evə insan ayağı dəyməmiş, əcinnələr doluşmuşdu. İstintaq zamanı aydın olur ki, Michael'ın xanımı da bir neçə ay bundan əvvəl evlərində vəhşicəsinə qətlə yetirilib. Qatil evdən heç bir şey götürməyib. İznə düşmək mümkün olmayıb. Bütün bunlar evin çoxdan Abaddonun nəzərində olduğu ehtimalını yaradırdı. Parapraksis, yaxud dil sürüşməsi. Uşaqlığın yadındadır, Michael? Bəli.
Uşaqlığın keçən evin neçə pəncərəsi, neçə qapısı var idi? Michael barmaqlarını qatlayaraq düşünməyə başladı. 6 pəncərə, 2 qapı. Qapı və pəncərələr evinin içinə açılırdı, yoxsa çölünə? Qapılar çölə, pəncərələr isə içəriyə doğru açılırdı. Sən evinizdən danışan zaman özünü evin içində görürsən, yoxsa çölündə? Çölündə. Valideynlərin bu zaman hardadılar? Deyəsən nə içəridə, nə də çöldə deyirlər. Səni özünlə bağlı daha çox nə narahat edir? Özüm. Özünə kənardan baxsan nə hiss etdiyini deyərdin. Təşviş və həyəcan hiss edirəm. Ancaq özüm də bilmirəm niyə. Bəlkə son zamanlar yaşadıqlarına görədir. Yox, ondan əvvəl də bu cür idim. Evim, ailəm, işim, dostlarım var idi. Qaydaya əsasən hər şey yaxşı olmalı idi. Ancaq xasiyyət olaraq necə bir insansan? Adi. Michael, adi xasiyyət anlayışı yoxdur. Ona görə də mən bununla nəyi nəzərdə tutduğunu bilmirəm. Daha dəqiq desək, sakit təbiətliyəm. Aha, bu daha dəqiq oldu. Səni özündən nə çıxarda bilər? İkiyüzlülük. Ayağını tapdalasalar, maşın yanından keçib gölməçələrin suyunu üstünə sıçratsa, bu cür hadisələr səni özündən çıxarar? Xeyr. Özündən çıxanda, coşanda necə olursan? Gözlərim qızarır, səsimin tonu dəyişir, əllərim əsir. Sənə elə gəlmirmi ki, insanlar sənin fikirlərini eşidirlər və ya səsli düşünürsən? Xeyr. Gündəlik olaraq heç olmasa 4 dəfə tez-tez göz qırpmaları olurmu? Sanki yenicə oyanmısan və gözlərinin işığa öyrəşir. Michael duruxdu. Sonra isə yox əlaməti olaraq başını buladı. Həmsöhbətlərin bəzən söhbət əsnasında mövzunu bir neçə dəfə əlaqəsiz olaraq dəyişdiyindən şikayət ediblərmi? Bəli, olur bəzən. Onlar haqlıdırlarmı? Xeyr, əminəm ki, yanılırlar. Yaddaşsızlıqdan şikayətin var? Xeyr, doktor. Bəzən hansısa yerə necə gəldiyinə təəccüb etdiyin olurmu? Bu dünyaya niyə gəldiyimə daha çox təəccüblənirəm. İntihar fikri gəlirmi beyninə? Olur bəzən. İçində daxili çəkişmə varmı? Elə bil beyninə 2 fərqli fikir gəlir və sən hər ikisini də özünə aid bilirsən. Erin 1 saat idi ki, Michael'la psixoloji müşavirə keçirirdi. Söhbət artıq yekunlaşmaq üzrə idi. Erin qeydlərini qovluğun arasına qoydu. Sağollaşıb ayağa qalxdı. Birdən Michael dilinin altında yavaşdan dedi. Yalan xəbər yaymayın. Yalana şahidlik etmək məqsədi ilə şər adama yardım etməyin. Erin dayandı. Mikrofonu söndürmək üçün uzanmış əlini geri çəkdi. Bəli, insanın düşmənləri öz evindəkilərdir. Michael başını qaldırdı və Erinin üzünə gülümsəməyə başladı. Bir anlıq Erinə elə gəldi ki, qarşısında tamam başqa bir insan əyləşib. Bədən Michael'a məxsus olsa da, üzünün cizgiləri, gözləri başqasına məxsusdur. Michael, anlamadım səni. Nəyi, doktor? Bayaq dediyin sözlərlə nəyi çatdırmaq istəyirdin? Hansı sözlər? Hə, ola bilsin ki, düşünmədən dilimə gəlib. Parapraksis. Erin heç bir şey demədən otağı tərk etdi. İnsan heç nədən hansısa sözləri deməz. Hər sözün arxasında bir səbəb durur. Parapraksis. Dilin sürüşməsi. Bu mənasız kimi görünən ifadələr psixoanalizə görə əslində dil xətası deyil, insanın səylə bastırmağa çalışdığı şuuraltı ixtilafların, gizli istəklərin təzahürüdür. Parapraksislər insanın şuuraltısına gedən gizli yolun varlığından xəbər verir. Bəli, bütün bunlar Michael'ın böyük psixoloji sarsıntı yaşanmasının təzahürü ola bilər. Özü də etiraf edir ki, gecələr kabus görür. Baxmayaraq ki, ev 24 saat ərzində qarda tərəfindən qorunur. Bəlkə də nəyisə gizlədir. Ola bilər. O gün Erin, Şona Michael'la psixoloji müşavirələri bir müddət davam etdirməli olacağını dedi. Evli kişinin qəribə xoşbəxtliyi. Səhər tezdən Erin Michael'ı parkda gözləyirdi. Michael burada söhbət etmək istədiyini demişdi. Salam Michael, necəsən? Mən qorxuram, doktor. Nədən? Onun ölümündən sonra bu qorxularım daha da artıb. İnsanlar vəziyyəti şişirtməyə meyillidirlər. Mən şişirtmirəm. Xanımım öldü. Onsuz yaşaya bilməyəcəm. Uzun illər adət etdiyim həyat tərzim pozuldu. İllik borclarımı qaynatam ödəyirdi. O daha bunu etməyəcək. Qızım Pollini də öz yanına aparıb. Belə getsə məni işdən də qovacaqlar. Bu artıq sondur. Mən bu cür çox çəkməyəcəm, doktor. Çox çəkməyəcəksən, yəni öləcəksən? Neçə gündən sonra öləcəksən? Erinin sualı Michael'ı çaşdırdı. Dili topuq vurdu. Bu sualdır, doktor. Fərz edək ki, gələcəkdə baş verəcəyindən dəli kimi qorxduğum bütün o ehtimallar reallaşıb. Səncə belə olsa həqiqətən də öləcəksən? Bu parkın ortasına yıxılıb
ayaqlarını uzadıb, gözlərini əbədiyyən yumub öləcəksən və səni də Qalveydə bir qəbirstanlıqda basdıracaqlar? Sən həqiqətən belə düşünürsən? Yox, təbii ki. Bu sənin fantaziyalarının yaratdığı kabus deyilmi? Sən şuuraltı olaraq bu qorxularını fiziki ölüm kimi qəbul edirsən. Ona görə hər şey belə dəhşətli gəlir. Michael qaşlarını çatdı. Erinin dediklərini biraz düşünməli idi. Necə əminliklə deyə bilərsən ki, səni hazırki işindən qovacaqlar? Tutaq ki, işdən çıxdın. Bəs indi səni kim əmin edə bilər ki, bu işdən çıxandan sonra daha yaxşı iş tapmayacaqsan? Hər halda ruhdan düşmək haqqı sənə verilmir. Doktor, sizin xəyallarınız və gələcək planlarınızın arasında ölümünüz var? Yox, Michael. Erin təbəssüm etdi. Ölümü heç kəs öz planları arasına daxil etmir. Bu, insanın özünü arzulamadığı bir gerçəklik idi. Sonsuzluğa qədər uzanan planlar qururuq. Bir halda ki, ömrümüz yaxşı halda 80-dən o tərəfə deyil. Son zamanlar ölüm barədə çox düşünürəm. Niyə? Məyər ondan real nəsə varmı? Yoldaşımın ölümündən sonra bu barədə daha çox düşünməyə başlamışam. Doktor, doğrudur ki, bütün insanlar daxilən eyni yaşdadılar. Ruh deyirlər ki, qocalmır, onun cinsiyyəti də olmur. Bilmirəm, Michael. Təcrübə elmlər ruhu qəbul etmir. Ruh təcrübədən kənardır. Əgər ruh yoxdursa, siz nəyi müalicə edirsiniz? Biz nə ilə düşünürük, dərk edirik, məlumatlarımız harada yığılır? Ruhi xəstələrdə nə pozulur? Yuxunu nə ilə görürük, nə ilə sevir, nə ilə nifrət edirik? Michael gözünü buludların arasından güclə görünən günəşə zilləmişdi. Bəs siz özünüz necə, doktor? Bu barədə nə düşünürsünüz? Erin dərindən nəfəs aldı. Mən də yəqin ki, onların dediklərini deyərəm. Bu sizin öz fikriniz olmadı axı. Onun ölüm xəbərini eşidəndə hansı hissləri keçirdin? Rahatlıq, peşmanlıq, tərəddüd, boşluq. Sevərək evlənmisən, Michael? İnsanlar adətən düşünürlər ki, sevib evlənmək lazımdır. Mən isə elə hesab edirəm ki, sevmə ehtiyacımız bizi evliliyə sövq edir. Evlənirik ki, kimisə sevək, kimsə bizi sevsin. Sevgi evlilikdən sonra yaranır. Erinə elə gəlirdi ki, Michael xanımına üzərində daşıdığı ağır bir yük kimi baxırdı. Həm atmaq istəyirdi, həm də yox. Qadınları necə təsvir edərdin? Qadınlar hər şeyi çox gözəl anlayırlar. Bircə əllərindən başqa. Hər şeyə də vaxtları var. Yenə də bircə əllərindən başqa. Ona görə də bütün evli kişilər subaylar kimi yaşayırlar. Evli kişinin xoşbəxtliyinin böyük hissəsi qaynanasından, bir də xanımının rəfiqələrindən asılıdır. Səncə xanımının da xoşbəxtliyinin böyük bir hissəsi qaynanasından və ərinin dostlarından asılı deyilmi? Yox. Michael etiraz etdi. Qadın ətirləri sənə necə təsir edir? Qadınlar yəqin elə bilirlər ki, ətir kişilərin ürəyini daha sürətli döyündürür, ehtiraslarını coşdurur. Ona görə də görüşdən əvvəl çoxlu ətirdən, ətirli kremlərdən istifadə edirlər. Daha bilmirlər ki, kəskin kimyəvi ətirlər kişinin bütün ehtirasını söndürür. Biz daha çox təbii ətirləri sevirik. Qadınların təbii bədən qoxusu qəlbimizi istənilən kimyəvi və zəhərli ətirlərdən daha çox döyündürür. Ümumiyyətlə, kişi qadında hər şeyin təbii olmasını sevir. Hər kəs ətrafına öz gözü ilə baxır. Bu ətir xoşuna gəlir, qoxusu kəskin deyil, təbii gül ətri verir. Erin çantasından çıxardığı ətri ona tərəf uzatdı. Michael'ın kəskin qoxulara qarşı allergiyasının olub-olmadığını yoxlamaq istəyirdi. Hər halda bilirəm ki, xoşuma gəlməyəcək. Michael başını geri çəkdi. Erin heç nə demədən ətri yerinə qoydu. Siz adımı elə gözəl deyirsiniz ki, doktor. Siz çox mehribansınız və musiqi ahəngli səsiniz var. Təşəkkür edirəm, Michael. Ən böyük arzun nədir? Ən böyük arzum... Böyük bir laynerdə uzaq səfərə çıxmaq. Bunun üçün pul da yığıram. Erin Michael'ın danışıqlarını həm diktafona yazır, həm də bəzi çıxarışlar edir, şübhələrini işarələrlə bir vərəqdə qeyd edirdi. Evə getdikdən sonra isə bütün danışığı bir-bir təhlil edir, qeyd etdiyi şübhələri araşdırırdı. Kormaka 3 sual. Erin götürdüyü balaca çətri başı üstündə açdı. Şon, yaxın gəl, indi sümüklərin də islanacaq. O balaca çətrin altına yerləşəcəyimizi güman etmirəm. Mənə görə narahat olma. Onda mən də çətri bağlayacağam. İstanmaq zövlüdürsə, birlikdə istanaq. Niyə ki? İstəmirsənsə çətri mənə verə bilərsən. Sonra təəssüratlarını bölüşərsən. Qız cavab vermədən çətri bağlayıb əlində tutanda, Şon onun zarafat etmədiyini anladı. Yaxşı, aç çətrini. Sol çiynimi yenə bəxti gətirmədi. İstanmaq zövqünü tək başına dadacaq. Şon çətrin altına girib dəstəyi Erindən aldı. Axı sənin daha böyük çətrin var idi. Niyə onu götürməmisən? Balaca çətrin altına güclə yerləşirdilər. Hə, yəqin məni düşünməmisən. Elə özünü düşünürsən, Erin. Belə olmaz. Şon zarafatla dedi. Ola bilər.
Şona daha yaxın olmaq üçün böyük çətiri götürmədiyini deyə bilməzdi ki. Bu bir nəfərlik kiçik çətiri də məhz buna görə təzə almışdı. Çətirin altında Şona daha yaxın ola bilmək üçün. Bu bazar günü bütün komanda qədim Eşford qalasına səfər edəcəkdi. Bu ideya Brady ilə Şonun kimin yaxşı qolf oynaması üstündə axşamki mübahisələrindən sonra yarandı. Qalibi müəyyən etmək üçün isə Eşford qala otelinin gözəl qolf sahəsini seçdilər. Günlərlə sürən gərgin işdən sonra bu fikir hamının ürəyindən oldu. 13-cü əsrdə füsunkar Lough Corrib gölünün və Kong çayının sahilində ucaldılmış Eşford qalası indi otel və istirahət mərkəzi kimi qonaqların üzünə açıq idi. Onlar da həm qolf oynamağa, həm də gözəl yerləri gəzməyə ümidli idilər. Eşford qalası dəhşət gözəldir. Britaniya kralı 5-ci Georg, Monako şəhzadəsi 3-cü Rene, Amerika prezidenti Ronald Reagan, bir çox tanınmış musiqiçilər və aktyorlar da bu gözəlliyin sorağına gələrək qalanın qonağı olublar. Maraqlı olacaq. Bu uşaqlar da vaxtında gəlsəydilər artıq gedərdik. Şon, deyəsən onlara yanlışlıqla saat 10-da gəlməli olduqlarını demişəm. Erin qəsdən belə demişdi. Şonla baş-başa qalacağı dəqiqələrin sayını artırmaq üçün balaca bir yalan uydurmuşdu. Sən onlara vaxtı düzgün desəydin də gecikəcəkdilər. Bilirsən, mən bir də ki, Kormakı da sizin qolf oyununuza baxmağa dəvət etmişəm. Galway'də idi, görüşmək istəyirdi. Dedim ki, gəlsin bura. O da gözəl qolf oynayır. Hə, sənin bu mühəndis görünür hər işin ustasıdır. Özü də deyəsən sənə yaman aşiq olub. Doğrudan? Ola bilər. Şonun nəhayət onu qısqandığını düşünən Erinin az qalırdı sevincdən ürəyi ağzına çıxsın. Birtəhər özünü tox tutub soruşdu. İnsan sevəndə necə olur ki? İnsan birini sevəndə daim onun yanında olmaq istəyir. Sevdiyinin diqqətini cəlb etmək üçün əlindən gələn edir. Sevənin bütün düşüncələri, xəyalları, yuxusu, aldığı hər nəfəs sevdiyinə məxsus olur. Ona aid olan hər şeyi bilmək istəyir. Keçmişinə, indisinə aid olan hər şeyi. Erin qızarmışdı. Utandığından onun üzünə baxa bilmirdi. Şon sanki ondan danışırdı. Erin o an çox istədi ki, Şon ona sevgi etiraf etsin. Amma Şonun belə niyyəti yox idi. Hə, bu yersiz maraq insanın aid olmadığı kampanyanın qolf oyununu izləməyə qədər aparıb çıxara bilər. Sənin necə? Ondan xoşun gəlir? Nə? Mənim? Hə də, nə vaxta qədər tək olacaqsan? Bəlkə götür qoy edəsən? Erin elə bil cərəyan vurdu. Artıq Şonun sonradan dediklərini eşitməz oldu. Beyni dumanlanmışdı. Axı bundan sənə nə? Sən mənə niyə bu qədər yaxın durmusan? Görmürsən çətirin altında yer azdır? Erin çətiri tutub kənara çəkildi. Şonu yağışın altında qoydu. Nə? Nə oldu sənə birdən-birə? Bu yağışın altında sənə görə qalmışıq. Mənə Eşford qalası lazım deyil. Sizin mənasız qolf oyununuz isə heç lazım deyil. Belə getsə xəstələnəcəm. Sən ancaq özünü düşünürsən. Bizi ancaq öz istədiyin yerlərə aparırsan. Sən Şon ilə sadəcə egoistsən. Səni anlamaq mümkün deyil. Bu qeyri-adekvat hərəkətlərin məni lap boğaza yığıb. Mənəm qeyri-adekvat? Heç qarda heyətinin sənin barədə nə düşündükləri ilə maraqlanmısan? Sən də nə düşünürlər? Bircə onu deyə bilərəm ki, yaxşı bir şey düşünmədiklərindən əmin ola bilərsən. Özləri niyə demirlər bunu? Qoy gəlib tək-tək üzümə desinlər. Yoxsa xorda oxumağa nə var ki? Erin hirslə əllərini havada yellədi. Mən ki sənə bütün qüsurlarını demişəm. Axı niyə mənimlə razılaşmaq istəmirsən? İstəyirsən ki, axmaq vəziyyətinə düşüm? Şon Erini qolundan tutub sakitləşdirmək istədi. Qız hikkə ilə qolunu dartıb bir-iki addım geri çəkildi. Ey, axmaq, uzaq dur xanımdan! Uzaqdan 3 nəfər dostu ilə yetişən Kormak qışqırdı. Şon ona əhəmiyyət vermədi. Anlamadın? Yaxın gəl görüm. Kormak Erinin gözündə ucalmaq üçün əlinə fürsət düşdüyünü görüb sevincək oldu. Əlindəki böyük qara çətiri dostuna verib addımlarını yeyinlətdi. Şon, çıx get. Kormak sənin üçün pubdakı ayaq üstə giclə duran əyyaşlardan deyil. Bu sözlər Şonu tamam özündən çıxartdı. Sən yaxşı olar ki, bu tipə görə narahat olasan. Üzünü Kormaka tərəf çevirdi. Mənə 2 metrdən artıq yaxınlaşma. Qal öz yerində. Şon dişlərini sıxıb qəzəblə amirani səslə dedi. Galway'də başqa qız yoxdur? Şonu tanımayan Kormak sinəsini qabağa verərək ona tərəf inamla irəliləyirdi. Əzizim, Erin, narahat olma. Mən indi bu xam xuliqanın payını verərəm. Salam, cinayətkarlar, cəmiyyətin tullantıları. Səfil həyatınız necə keçir? Şon onlara səsləndi. Sənin gözündə hamı cinayətkardır. Onlar çox alicənab insanlardır. Erin dedi. Sənə 3 sualım var. Biri əxlaqi, ikincisi fəlsəfi, üçüncüsü isə praktik. Cavab verə bilərsən? Kormak duruxdu. Biraz qısa et.
Ancaq bunun səni kötükdən qurtarmayacağını da bil. Fərsizin biri qızın xoşuna gəlmək üçün təqsirsiz birini əzişdirmək istəyir. Cavab ver zəhmət olmasa. Burada o təqsirsiz oğlan Fərsizin qızın gözündə qalxması üçün döyülməsinə icazə verməlidir, yoxsa o Fərsizi döyüb qızın gözündən salmalıdır? Nə çərənləyirsən ay Fərsiz? Deməli bilmirsən. Bu azmış kimi fərsizliyini də mənim üstümə atırsan. Yaxşı, indi də fəlsəfi sual. Bu sualı həmişə mənə bir dostum verərdi. Mən də səndən soruşuram. Hardan gəlmisən, hardasan və hara gedirsən? Bu nə boş boğazlıqdır? Sən dəlisən? Ginlə and olsun ki, ağlını itirmisən. Koki, o səni ələ salır. Kormakın arxasında dayanmış hündürboy, cüssəli oğlan hirslə dedi. Kormak yoğun barmaqlarını ovcunda yığdı. Var gücünü yumruğuna qoyub qolunu sıxdı. Bu zaman üzü qəzəbdən qızardı, alnındakı damarları şişdi, içində yığılmış qazları püskürən vulkan kimi bərkdən nərildədi. Yumruq zərbəsinin effektli alınması üçün ayaqlarını da yerə möhkəm diriyib, yumruğunu geniş bir dairə cızaraq fırlatdı. Şonun illərlə keçdiyi məşq nəticəsində yaranmış müdafiə refleksi işə düşdü. Zərbə anında başını cüzi geriyə çəkməklə bütün bu təmtəraqlı həmləni heçə çevirdi. Yumruq ona çatmadan yan keçdi. Əli boşluğa düşmüş Kormak özünü itirdi və səndirlədi. Şon Kormakın özünə gəlib növbəti həmləyə keçməsinə fürsət vermədən cavab zərbəsini indirdi. Onun sol əli ilə atdığı yumruq düz Kormakın çənəsini tutdu. Eyni nöqtəni nişan almış ikinci yumruqdan sonra Kormak artıq yerdə, gölməçənin içində uzanmışdı. Hər şey çox sürətlə baş verdi. Kormakın yekəpər dostu cibindən bıçağını çıxartdı. Bunu görən Şon daha da qəzəbləndi. Kormakın üzərindən adlayaraq ona tərəf getdi. Erin qışqıraraq Şonun qolundan tutub saxlamaq istədi. Yalvarışlı səslə onlara baş qoşmamasını xahiş etdi. Hirsindən özünü itirmiş Şon ona məhəl qoymadı. Erinin əllərini araladı. Cüssəli oğlan cibindən çıxartdığı bıçağı havada yelləyirdi. Şon əyilərək onun qarnına güclü bir yumruq zərbəsi endirdi. İkinci yumruq zərbəsini də qabırğalarının altına vurdu. Yekəpər ağrının şiddətindən dizi üstə oturdu. Sifətinə tuş gələn təpik onu kürəyi üstə yıxdı. Şonun hirsi bundan soyumadı. Onu sinəsi üstə oturub, sifətini yumruqlamağa başladı. Özünü yetirən dostlardan biri Şonun başına dalbadal yumruq zərbələri vurmağa başladı. Şon onun köynəyinin yaxasından tutaraq qüvvətlə aşağı çəkdi. Sağ əli ilə çənəsinin altından güclü zərbə vurdu. Oğlanın bədəni süsləşdi. Növbəti sağ əl zərbəsi çənəsini tutdu. Daha dayana bilməyib, tir tap yerə sərildi. Olanları kənardan seyr edən üçüncü oğlan qaçıb qardaya xəbər verməyin daha düzgün olacağını düşündü. Şon gölməçəyə düşmüş Kormakın yaxasından tutaraq qaldırdı. Acıqlı səslə soruşdu. İndi isə üçüncü, praktiki sual. Yaxşıca kötək yedikdən sonra gölməçənin içində ayaqlarını uzadıb dincəlmək necə bir hissdir? Erin qışqıraraq Şonun paltarından tutub silkələdi. Şon, nə edirsən? Bu zaman qarda da özünü yetirdi. Yağan yağışa baxmayaraq dayanıb tamaşa edən bir neçə nəfəri kənarlaşdırıb davakarların başının üstünə aldılar. Cənab Şon O'Nil? Gələn qardanın böyüyü O'Nili tanıdı. Dayanın, bu baş müstəntiq O'Nildir, deyərək qardanın O'Nilin üstünə hücum çəkmələrinin qarşısını aldı. Xanım Erin, siz də buradasınız? Kormak az qala bütün ölkədə dildən dilə dolaşmağa başlamış Şon O'Nil adını eşidən kimi bərk narahat oldu. Şon O'Nil, London müstəntiq? Dili topuq vuraraq dilləndi. Çox üzr istəyirəm, mən sizi tanımadım. Mən Kormakam, Erinin əmisi Oskarın oğlu. Hə, bağışla, mən də səni tanımadım. Şon yalan deməyin daha uyğun olduğunu düşündü. Erin, sən nəyə görə vəziyyəti bizə anlatmadın? Kormak Erini ittiham etməyə başladı. Özləri dava edirlər, müqəssir isə mən oluram. Hər ikiniz əl çəkin məndən. Erin qəzəblə üzünü çevirib getdi. Aşiq olmuş psixoloq üçün terapiya. Brady, Michael ona uzatdığı mətri qoxulamaqdan imtina etdi. Bu heç nə ifadə etmir. Michael'ın dindirildiyi otaqların birində müxtəlif kəskin qoxulara malik məhlullar qoymuşduq. Bir müddət orada qaldı və onda heç bir allergik reaksiya baş vermədi. Caninin zahiri görkəmi, xüsusiyyətləri barədə əldə olunan bütün məlumatların da heç biri Michael ilə uyğun gəlmir. Hə, Michael barədə apardığımız sorğular da onun ailəsini sevən insan, gözəl qonşu, yaxşı dost olduğunu üzə çıxardı. Ondan şübhələnməyimizə heç bir əsas yoxdur. Amma istintaq gərəyi bütün ehtimalları araşdırmaq lazımdır. Şon da Michael'ı sadəcə bir qurban qismində görsə də onun alibilərini araşdırır. Finbar kilsəsinin gülləsindən tapılmış qan da Michael'a məxsus deyil. Bridget də Michael səsinin ona hücum edənlərin səsindən tamam fərqləndiyini deyir. Siz hələ də küslüsünüz? O özü günahkardır. Nə istədiyini heç özü də bilmir.
Eyni sözləri o da sənin barəndə deyir. Şon çox yaxşı insandır. Ola bilər ki, çoxlarına ilk baxışda loğa kimi görünsün. Ancaq onun kimisi yoxdur. Düzdür, kobudluqda, anlayışsızlıqda tay bərabər yoxdur. Biri sənin qəlbində, sən isə sadəcə onun tanışları arasında yer alanda əlbəttə çox çətindir. Anlamadım. Brady təbəssümlə qarşılıqsız sevmək çətindir, dedi. Nə demək istəyirsən? Erin pərt olmuşdu. Şuna elə heyranlıqla baxırsan ki, səni kənardan seyr edəndə yalnız bir təəssürat oyanır. Bu qız ona yeniyetmə qızlar kimi vurulub. Sanki üzünə baxdıqca hər jestini, hər bir üz cizgisini, atdığı hər addımını, duruşunu yadda saxlamaq, əzbərləmək və bütünlüklə o olmaq istəyirsən. Özünə gəl Erin, özünü topla. Bu nədir? Elə bil ömründə ilk dəfədir ki, sevirsən. Hə, Brady, sən haqlısan. Nədə haqlıyam, Erin Parker? Ömrümdə belə hiss yaşamamışam. İlk dəfədir ki, aşiq olduğumu hiss edirəm. Uzun müddətli korluqdan sonra gözlərini açmış insan, yaxud da yenicə yeriməyə başlamış uşaq kimi hiss edirəm özümü. Özünü ələ al. Bu çox çətindir. Üstəlik, mən bunu heç etmək istəmirəm də. Keçən dəfə müstəntiq Austin deyirdi, Erinin halına elə acıyıram ki, bilsəm təsəlli olacaq, Şonun yerinə onu özüm sevərdim. Bütün xarizmamı itirmişəm, Brady, bilirəm. Erin qaşlarını düyünlədi. Əzizim Erin, sən qardaya girəndə də, çıxanda da, əməkdaşlarla söhbətləşəndə də, yığıncaqlarda rəislərin, müstəntiqlərin qarşısında çıxış edəndə də həmişə vüqarlı görsənirsən. Yalnız Şon səni özündən alır. Bircə baxışı ilə alt üst olursan. Hətta indi onun haqqında danışanda belə sən özün deyilsən artıq. Sanki ali dərəcəli psixoloq deyilsən, bir yeniyetməsən. Erin dərindən köksünü ötürüb başını aşağı saldı. Sonra pıçıltı ilə soruşdu. Çox adam bilir? Yox, deməzdim. Şondan başqa bütün qarda. Brady də pıçıltı ilə cavab verib gülümsədi. Mənə lazım olandan başqa hamı. Özüm də özümü tanıya bilmirəm. Sevginin ilk zərbəsi insanın qüruruna dəyirmiş. Məndə heç qürur da qalmayıb. Bir zavallı tək diqqətinin dilənçisi olmuşam. 10 ili bu qədər çox sevirsənsə təmkinli olmalısan. Sən bəzən özün də fərqində olmadan şıltaqlıq edirsən. Ona qarşı hiss etdiklərinin eynisini ondan da tələb edirsən. Tələsirsən, Erin. Bir şeyi qəbul etməlisən ki, Şon səni sevmiş olsa da, sadəcə sənin ondan gözlədiyin kimi romantik insan olmaya bilər. Mümkündür ki, quru olsun. Sənin intizarında olduğun, sevirəm, əzizim sözlərini hər kəlmə başı deməsin. Mənə lazım da deyil, hər kəlmə başı deməsin. Ola bilsin ki, hər gün də deməsin. Ancaq bu, sevmədiyi, dəyər vermədiyi anlamına gəlməz. Şon ola bilsin ki, dünyanın ən yaxşı insanı deyil. Ancaq mənə lazım olan tək insandır. Bəlkə onun dalınca düşməyim zəifliyimdir, amma özümlə bacara bilmirəm. Zəiflik, dəyərsiz insanın yanımızda olması üçün çalışmağımızdır. Sənin ondan inciməyə haqqın yoxdur. Hisslərindən xəbəri olmayan birinin sənə az diqqət göstərdiyinə görə şikayətlənməyin, sevgi dolu sözlər demədiyinə görə inciməyin, şıltaqlıq etməyin axmaqlıqdır. Bu, İrland dilini bilməyən birinə səni salamını almadığı üçün acıqlanmağına bənzəyir. Brady, mən onu çox sevirəm. Erin qəlbindəki hissləri bölüşmək üçün fürsət tapmışdı. Danışmaq, düşüncələrini, yaşadığı duyğuları anlatmaq onu az da olsa rahatladırdı. Hərdən yalandan da olsa, Erin, sənin üçün darıxmışam. Səni sevirəm, Erin, sözlərini ondan eşitmək istəyirəm. Brady, ən qəribəsi də odur ki, mən onu bütün qüsurları ilə birgə sevirəm. Qarşılıqlı sevgi gözəldir, bəli. Ancaq etiraf edək ki, qarşılıqsız sevginin də özünə məxsus üstünlükləri var. Brady zarafata salmaq istədi. Aldanmırsan. Sevgisindən, sənə qarşı hisslərinin azalıb azalmamasından şəkkə düşmürsən. Çünki artıq əminsən. Əminsən ki, sevilmirsən. Bəlkə elə ən rahatı da budur, Erin. Onun bir gün səni tərk edəcəyindən, başqa birini sevəcəyindən qorxub yersiz panikaya düşmürsən. Razıyam, Brady. Mən qarşılıqlı sevgini sadaladığın qorxularla birgə yaşamağa razıyam. Brady dodaqaltı gülümsədi. Bəli, bunun adı eşqdir. Hərçənd buna ürəkdəki diş ağrısı da demək olardı, deyə düşündü. Gecə qonağı. Erini yuxudan qəfil döyünən qapı səsi oyatdı. Cəld yatağından qalxdı. Gecə 2-nin yarısı idi. Qapının arxasından kimdir deyə soruşdu və aldığı cavab təəccübünü 2 qat artırdı. Gələn Michael idi. Yalvarıcı səslə ertələyə bilmədiyi mühüm məsələ barəsində danışmaq istədiyini dedi.
Erin qapını açıb onu içəri dəvət etdi. Buyur Michael, eşidirəm səni. Söylə görək nə olub gecənin bu vaxtı? Doktor, sizə bir məsələni etiraf etməliyəm. Daha doğrusu bir neçə etiraf. Michael çox emosional danışırdı. Səsində möhkəm həyəcan hiss olunurdu. Mən o gün sizin verdiyiniz suallara yalan cavablar verirdim. Əslində öz keçmişimi, uşaqlığımı xatırlamıram. Mənə elə gəlir ki, elə bu yaşlarımda dünyaya göz açmışam. İndi necə? Olurmu ki, günün bir hissəsində nə baş verdiyini unutasan? Mənim yaddaşımda bəzən fraqmentlər itir. Xatırlaya bilmirəm. Bəziləri də bundan sui-istifadə edir və etmədiyim işləri mənim adıma çıxarırlar. Məsələn, bir dəfə maşınıma cərimə gəlmişdi. Galwaydən 50 kilometr aralıda. Halbuki həmin yerdə olmadığıma adım kimi əmin idi. Şikayətim əsasında məni güya ki cəriməni yazmış qarda ilə üzləşdirdilər. O da arsızca üzümə durub sükan arxasında məhz məni gördüyünü iddia etdi. Hiss edirəm ki, kimsə məni böyük bir oyuna gətirmək istəyir. Bir dəfə biri küçədə mənə Ernest deyə səsləndi. Yaxınlaşıb tanımadığım adamlar barəsində suallar verməyə başladı. Belfastda nəyə görə köçdüyümlə maraqlandı. Bir dəfə də bir nəfər məni Douglas deyə çağırmışdı. Yaxınlaşıb 1-2 dəqiqə gözlərimə diqqətlə baxdı. Sonra isə yanıldığını deyib getdi. Yəqin hiss etdi ki, onu tanımıram. Özümü tanıyandan başıma bu cür qəribə hadisələr gəlir. Son illər daha da çoxalıb. Əvvəl ailəmin başına gələnlər, sonra öz başıma gələnlər. Onlar yenə də qayıdacaqlar. Onlar məni öldürmək istəmirlər. İstəsəydilər bunu çoxdan edərdilər. Onlar mənimlə qorxulu oyun oynamaq istəyirlər. Bəlkə sən kimdənsə şübhələnirsən? Gizlətmə, de. Bilmirəm. Məni dəli eləmək istəyirlər. Michael'ın boğazı qurudu. Erindən su istədi. Bir qurtum içdikdən sonra, doktor, mən iş səfərinə getməmişdən qabaq bir tablo üzərində işləyirdim. Təbiət qoynunda bir ceyran. Ceyranın başını hələ çəkməmişdim. Səfərdən qaydanda isə gördüm ki, şəkil tamamlanıb. Özü də çox qəribə formada. Necə? Rəsmə gölməçə əlavə olunub. Gölməçənin yanında bir uşaq meyidi var. Ceyran da boynunu uzadıb, uşağın qanına bulaşmış gölməçənin suyundan içir. Ceyranın yanında balası da var. O da anasının döşündən süd içir. Bunu necə izah edirsən? Mənə görə izahsızdır. Bəlkə bunu evdəkilərdən və ya evə gələn tanışlardan kimsə çəkib. Ola bilməz. Otağımın açarı ancaq özümdədir. Rəsmə baxanda nə hisslər keçirdin? Bu şəkil qəzəbimə səbəb oldu mu? Xeyr, olmadı. Hər şey, hətta mükəmməl bildiyimiz təbiət belə korlanıb və üfunətlənib. Şərin yeganə cavabı yalnız şər olmalıdır. İnsanlar şərdən başqa heç nə anlamırlar. Onlara çörək ver, bunu tez bir zamanda unutacaqlar. Evlərini yandır, bunu 10 dəqiqə anlayacaqlar. İtlərini öldür, uşaqlarını gölməçədə boğ, bunu heç bir zaman yaddan çıxarmayacaqlar. Şər canımıza yediyimiz çörək, içdiyimiz su ilə hopur. Körpələr analarının südündən bunu alırlar. Təbiətin mahiyyəti şərdir. Sənin bu rəsmdən anladıqların elə bu dediklərindən ibarətdir? Məncə tablo hələ tamamlanmayıb. Ona yenə nəsə əlavə olunacaq. Nə? Bilmirəm. Ancaq bilirəm ki, bütün bu sujeti kənardan izləyən kimsə var. Mən özümü tanıyandan bəri iblisin həyatımı izlədiyini hiss etmişəm. Başıma gələnlərin səbəbi də odur. Ondan başqa bunu heç kim edə bilməzdi. İblis də etmiş olsa, yenə də kiminsə əli ilə edəcək, Michael. Yox, doktor, yox. Onun özü birbaşa bu işə müdaxilə edir. Əgər sənə desəm ki, nə iblis var, nə də tanrı, onda necə? Onda mən də deyərdim ki, bəs bütün bu şərlər və bütün bu gözəlliklər kimin tərəfindən, necə baş verir? Michael, sən elə hesab edirsən ki, insanların törətdiyi bütün bu cinayətlərin günahkarı yalnız iblisdir? 10 funta görə yaşlı qonşusunu öldürür. Bu şərdir. Ər arvadını döyür. Bu da şərdir. Bu qədər günahsız qadınlara təcavüz edərək işgəncələrlə öldürmək də şərdir. Və səncə bütün bunlarda yalnız iblis müqəssirdir? Hanı axı sənin o iblisin? Niyə bəs baş verən cinayətlərdə yalnız insanın barmaq izi görünür? İnsanlarla birbaşa təmasdan çəkinmək. Bax, bu iblisin xüsusiyyətidir. O kənarda dayanır və oradan insanları idarə edir. Məsələ bundadır ki, şər iş insan tərəfindən, insan əli ilə törədilir. Əgər qəbul etsək ki, iblis var, o zaman ancaq bu qədərini düşünə bilərik. O sadəcə istiqamət verir. İşi görən isə məhz insanın özüdür. İnsan yaradılan zaman iblis onların hamısının azacağını, onun ardınca gedəcəklərini xəbər vermişdi. Michael, iblis sadəcə öz zənni əsasında ehtimal verib. Biz insanlar da hər gün etdiyimiz çirkin işlərlə sadəcə onu öz zənnimizdə haqlı çıxarmış oluruq. Doktor, siz iblisə inanmırsınız? Bu önəmli deyil. Önəmli olan iblisin bizə çox inanmasıdır. Biz tez-tez həm Tanrıya, həm də iblisə olan inanmımızı itiririk.
O isə bizə olan inamını heç vaxt itirmir. Çünki inamını layiqincə doğrulduruq. Doktor, iblis bizim aramızdadır. O bəzən həyatını dağıtmaq istədiyi şəxsin cildinə girir. Sizə bir video çəkiliş verəcəm. Mənim yanımda baxmayın, vahimələnirəm. Mən gedəndən sonra baxarsınız. Artıq getsəm yaxşıdır, doktor. Vaxtsız gəlişim üçün məni bağışlayın. Video Dublin bankının küçə kameraları tərəfindən çəkilmişdi. Michael 3 il bundan əvvəl bankın yanında baş vermiş qətl zamanı kameralara düşmüşdü. Erinin bu hadisə barədə məlumatı vardı. Cinayət işi ilə bağlı Michael da şübhəli şəxs qismində saxlanılır. İsrarla həmin vaxt orada olmadığını, o gün axşama kimi Galway'də olduğunu deyir. Michael kamerada özünün tam bəzlərini gördükdə dəhşətə gəlir. Sonra yetərincə dəlil olmadığından sərbəst buraxılır. Erin kamera görüntülərini dəfələrlə incələdi. Videodakı şəxs Michael'a çox bənzəsə də, geyim və davranış tərzi onunkuna qətiyyən oxşamırdı. Erinə görə Michael'da cani psixologiyası yox idi. Ancaq işlərin onunla hansısa formada bağlı olduğunu hiss edirdi. Kerry marşrutu ilə gəzinti. Galway və ətrafı qarda tərəfindən əməli başlı yoxlanılmışdı. Şübhəli bilinən hər kəsin ciddi yoxlanışı gedirdi. Bütün qarda təşkilatlarının daxilində vətəndaşlardan şübhəli şəxslərlə bağlı gələn zəngləri 24 saat fasiləsiz qəbul edən bölmə də yaradılmışdı. Ancaq istintaqın gedişatına ciddi təsir göstərəcək məlumat ala bilməmişdilər. Əldə olunmuş yeganə mühüm məlumat korkda tapılmış cəsədin kürəyindəki əlin Dublin sakini Holder Wilsona məxsus olması idi. Hagen və Dorothy'nin atası Holder Wilsonun cəsədi Dublindən kənarda kimsəsiz bir yerdə tapılmışdı. O güclü qanaxmadan ölmüşdü. Sean O'Neill'in komandasının Galway'dəki işi tamamlanmışdı. Tezliklə korka qayıtmaq və cinayət işi ilə bağlı hər şeyi orada, qaldıqları yerdən davam etdirmək lazım idi. McGregor ilə korkdan gəlmiş 5 nəfərdən ibarət komanda bir həftə əvvəl Galway'dən korka geri qayıtmışdılar. Sean da işlərini bugün bitirmişdi. Erin ilə günorta yola çıxacaqdı. Erin Sean'dan yol üstü Killarney'ə dönmək, əmsinə baş çəkmək və bir neçə gündə yanlarında qalmaq üçün icazə almışdı. Əmsi yataqda xəstə yatırdı və qardaşı qızını görməyi çox arzulayırdı. 3 saatlıq yolda bir-birləri ilə demək olar ki, kəlmə də kəsmədilər. Halbuki sonuncu küsülükdən sonra aradakı buzlar ərimişdi. Yol boyu ikisi də baş-başa qaldıqda əvvəlki səmimiliklə ünsiyyət qura bilmədiklərini hiss edirdilər. Vəziyyəti dəyişmək, maraqlı söhbətə başlamaq istəsələr də heç birində alınmırdı. Yol qısaldıqca sükutlar uzanır, hər ikisi özlüyündə bu fürsəti əldən verdiklərinə görə üzülürdülər. Killarney'ə çatırdılar. Erin əmsiq ilə yaxın yerdə düşüb piyada getmək istədiyini dedi. Sean düşündü ki, Erin bunu Cormac'a görə edir. Bura qədər gəlmişkən Kerry dairəsini gəzməyi unutma. Sean dedi. Məsləhət görürsənsə deməli gözəl yerdir. Fürsət tapsam mütləq gedərəm. Kerry dairəsi İrlandiya təbiətinin bütünlüklə kəşf olunduğu yerdir. Bu marşrut şəhərin özündən başlayıb, sahil boyu müxtəlif kəndlərdən, dərələrdən, qəsrlərdən, çaylardan, şəlalələrdən və fermalardan keçəndən sonra 170 kilometrlik dövrə vurub yenidən Killarney'ə qayıdır. Əmin ol ki, bu səyahət ən laqeyd insanı belə İrlandiyanın təbiətinə vurğun edər. Yəqin ki, sənin kimi İrlandiyanı sevən və hər qarşını ovucunun içi kimi tanıyan bələdçi tapa bilməyəcəm. Killarney'də. Sean elə bil bu sözə bənd idi. Ehtiyatla soruşdu. İstəyirsən bu marşrutu sənə göstərim. Sean Erin'in sustuğunu görüb tərəddüd etdiyini düşündü və razılığını almaq üçün Kerry marşrutunu daha artıq vəsf etməyə başladı. Üstəlik, çox da vaxtımızı almaz. Axşama təkrar buradayıq. Əmini də ziyarət etməyə imkanın olacaq. Sean, mən razıyam. Bunun üçün sənin ilk təklifin kifayət idi. Sean sevinclə maşını Kerry marşrutuna doğru çevirdi. Elə bil çoxdankı arzusuna çatmışdı. Marşrutun hələ başlanğıcından Erinin gözü önündə qədim üslubda tikilmiş İrlandiya kəndləri, tərk olunmuş qəsrlər, sıldırım qayalar, indiyədək görmədiyi gözəl mənzərələr açılırdı. Yol bəzən yaşıl rəngə boyanmış hündür təpələrin üstünə qalxırdı. Bu zaman qıza elə gəlirdi ki, başı bu saat göylərə dəyəcək, əlini pəncərədən çıxartsa buludlara toxuna biləcək. Hərdən yol aşağı, kimsəsiz dərələrə enəndə isə Erinin həyəcandan ürəyi ağzına gəlirdi. Bütün Kerry marşrutu demək olar ki, uçsuz-bucaqsız Atlantik okeanının sahilindən keçirdi. Yol hündür təpələrin üzərindən keçərkən göz işlədikcə uzanan okean nəhəng mavi səhraya bənzəyirdi. Ara sıra sahili bəzəyən sıldırım qayalar yerini narım qumlu çimərliklərə verirdi. Sahil kənarında çiyin-çiyinə dayanmış köhnə balıqçı komaları
Döyüşdən çıxmış yorğun əsgərlərə bənziyirdilər. Qırılmış təsbeh dənələri kimi ətrafa səpələnmiş ağlı qaralı çəpişlər, qıvırcıq quzular, yolun kənarı ilə qaçan yorğa yerişli atlar, maşının gedişini ləngidən kəndli arabaları. Hamısı Erin üçün çox yeni, çox maraqlı idi. Maşının qarşısında heyvan sürüləri çıxanda Erin əlini pəncərədən çıxarıb şıltaqlıqla heyvanlara toxunurdu. Hərdən lap uşaq kimi çığıraraq maşından bayıra sıçrayır, onun səsindən ürkən çəpişlər ətrafa səpələnirdilər. Erin keçi balasını qucağına götürüb sığallamaqdan, nəvaziş etməkdən doymurdu. Çəpiş isə nə baş verdiyini anlamayaraq kirimişcə qızın qucağında donub qalmışdı. Şon xallı körpə çəpişi bağrına basmış, balaca uşaq kimi sevinən Erinə təbəssümlə baxır, qızı bu halı ilə yaddaşını həkk etmək istəyirdi. Erin Şonun sayəsində vətənini sevməyə başlamışdı. Kerry marşrutu boyunca anlayırdı ki, Şon onu bütün bu qədim yerlərlə, möhtəşəm təbiətlə tanış etməklə vurğunu olduğu vətənini qıza da sevdirməyə çalışır. Erin bu yerlərdən atasının, ulu babalarının ətrini alırdı. Buralar ona getdikcə doğmalaşırdı. Möhtəşəm təbiətin, nəhəng okeanın qarşısında özünü bir qum zərrəsi kimi kiçik, südəmər körpə kimi bu torpağa bağlı hiss edirdi. Anlayırdı ki, bütün bu yerlərin ayrılmaz bir hissəsidir. Hara getsə də, harada yaşasa da ruhu aid olduğu bu torpaqlardan qopmayacaqdı. O, atasını indi daha yaxşı anlayırdı. Həqiqi ağrı. Küt döngəli yolların birində Şon maşını saxladı və əlini uzaqdan görünən təpələrə, dağlara uzatdı. Bu yüksəkliklər Killarney göllərini qucağında gizlədib. Dağların başı dumanlıdır. Bax, o yüksəkliyi görürsən? Bu möcüzəvi göllər, onları əhatə etmiş yaşıllıqlar oradan daha aydın görünür. Uşaqkən ora babamla çıxardım. Şon, mən də ora çıxmaq istədim. Bu dəfə də mənimlə çıxmaq istəməzsən? Erin təbəssümlə soruşdu. Şon maşını yoldan çıxararaq düzənliklə sürməyə başladı. Bu razılıq əlaməti idi. Biraz getdikdən sonra yolun kənarında ucalmış tənha ağacın altında saxladı. Bundan sonra piyada getmək lazım idi. Yol boyu daşlıqların, çayın kiçik qollarının üstündən adlamaq lazım olurdu. Erin dəcəl uşaqlar kimi ora-bura qaçmaqla Şonun onun üçün həyəcan keçirməsini istəyirdi. Şon isə özünə xas soyuqqanlılıqla yoluna davam edirdi. Arabir yolları yoxuşa dirənəndə qız şıltaqlıq edərək onun yardım təklifinə yox deyir, israr etməsini gözləyirdi. Şon isə daha təkid etmədən qızın əlindən yapışıb arxasınca çəkirdi. Şon hər dəfə Erinə yardım edəndə elə bil dünyanı qıza bağışlayırdılar. Daşlı kəsəkli yolla irəlilədikcə bu yolun, bu günün bitməsini heç istəmir, bir ömür bu cür yanaşı addımlamağı xəyal edirdi. Qarşılarına çıxan qaya parçasının üstünü incə sarı çiçəkləri olan sarmaşıq bəzəmişdi. Erin çiçəklərdən toplamaq istədi. Ancaq əli çatmadı. Onun qayanın ətrafında atılıb düşməsinə baxan Şon dinməzcə dəstək verib yuxarı dırmaşmasına kömək elədi. Erin gözəl bir dəstə düzəltdikdən sonra aşağı boylandı. Şon, çıxmağına çıxdım. Bəs buradan necə düşəcəm? Bir fikrin yoxdur ki? Yaxşısı budur otur və ayaqlarını qayanın çıxıntılarına qoya-qoya bir təhər düş. Qorxma, bu o qədər də qorxulu deyil. Əsas odur güllərdən müğayət ol. Erin ürəklənib asta-asta enməyə başladı. Qayanın nisbətən sıldırım olan aşağı hissəsində özünü saxlaya bilməyib sürüşdü və ona yardım etmək istəyən Şonun üstünə yıxıldı. Saçları Şonun üzünə tökülmüşdü. Şonun qəlb atışlarını hiss edirdi. Bir anlıq bütün təbiət sustu və Erin sadəcə eyni ahənglə vuran iki ürəyin döyüntüsünü dinləməyə başladı. Əlini qaldırıb saçlarını Şonun üzündən kənara çəkdi. Ona zillənmiş açıq şabalıdı rəngli gözlərdə öz əksini gördü. Bu baxışlardan özünü itirən qızın qəlbi daha da şiddətli döyünməyə başladı. Qoşa vuran ürəklərin ahəngi pozuldu. Sənə bir şey olmadı ki? Şon soruşdu. Yox, bəs sənə? Erin də pörtmüş halda cavab verdi. Hər şey qaydasındadır. Güllərə də bir şey olmayıb. Erin əlində bərk-bərk saxladığı gül dəstəsini göstərdi. Şon, gör necə qəşəng çiçəklərdir. Bunları solduqdan sonra da atmayacam. Qurudub bu gözəl gəzintidən xoş xatirə kimi saxlayacam. Güllərin məndə qalmasına yəqin ki, etiraz etməzsən. Yox, təbii ki. Bağışda, bu gül dərmək istəyim çox təhlükəli idi. Gərək israr etməzdim. Erin pıçıltı ilə dedi. Sən də bağışda ki, söhbətini bölürəm. Ancaq bəlkə üstümdən qalxasan. Erin qızarıb cəld ayağa qalxdı. Başını təmizləməyə başladı. Nə qədər ağırsan, yaman kökəlmisən, Şon dedi. Yalan demə, çəkimi hər həftə ölçürəm. Cəmi 1 kilo artmışam. Tərəzin səhv göstərir. Erin Şonun çiyninə dürtmə vurdu. Həmişə həqiqəti deməyə məcbur deyilsən.
Həqiqəti demək mümkün deyilsə, o demək deyil ki, yalan danışmaq lazımdır. Bu hisslərimizə də aiddir. Hiss etdiklərimizi deyə bilmiriksə, hiss etmədiklərimizi vurğulamaq məcburiyyətində də deyilik. Erin dedi. Şon yerdən bir daş götürüb var gücü ilə təpənin başında olan kola tərəf atdı. Uşaqlıqda dostlarımla kimin dəqiq daş attığını bilmək üçün yarışardıq. Erin sakitcə onun hərəkətlərinə baxırdı. Birdən qeyri-ixtiyari köksünü ötürərək titrək səslə dedi. Qarşılıqsız sevgi çox əzablıdır. Ağrılıdır? Sevdiyin insanlara qarşı buraxdığın səhvləri bütün ömrün boyu düzəltmək istəyirsən. Onlar isə artıq yanında yoxdular. Bax, bu ağrılıdır. Cavanlığında bütün fürsətləri əldən verirsən. Yaşlananda isə onları xatırlayıb peşman olursan. Bax, bu ağrılıdır. Ətrafın gözəlliklərlə doludur. Baxırsan, ancaq heç bir ləzzət ala bilmirsən. Bax, bu ağrılıdır. Böyük ümidlərlə yaşadığın halda hər şeyin bir anda puç olması. Bax, bu ağrılıdır. Etimad etdiyin, özünə hər kəsdən daha yaxın bildiyin, sirdaş sandığın insanın xəyanəti, ev eşiyindən didərgin salınmağın, doğmalarının bir anın içində qətlə yetirilməsi və sənin tək qalmağın. Bax, bütün bunlar ağrılıdır. Sənin dediyin bu qarşılıqsız sevgi isə boş və mənasızdır. İnsanların emosional pozuntu zamanı yaşadığı hissə verdikləri heç nə ifadə etməyən bir ad, bir söz. Bu necə bir ağrıdır ki, başqasının sevgisi ilə aradan qalxır. Həqiqi ağrı unudulmur və keçmir. O qəlbimizin dərinliklərində özünə yer edir. Sən onu oradan heç cür çıxara bilmirsən. Hə, Brady düz deyirmiş. Sənin heç romantikan da yoxdur. Erin pərt halda mızıldandı. Mənə maraqlıdır, görəsən qaya kimi olan Sean O'Neil sevməyi bacarırmı? Heç ömründə kiməsə onu hamıdan çox sevdiyini demisən? Hə, əlbəttə ki, anama. Başqa? Özümə. Erin məyus halda başını buladı. Sean ciddi sima ilə ona baxırdı. Erin bu ciddiyyətin qarşısında özünü saxlaya bilməyib, qəhqəhə ilə gülməyə başladı. Məhəmməd Əli və İrlandiya. Bilirdin ki, əfsanəvi boksçu Məhəmməd Əlinin ulu babası Abe Grady məhz Ennisdə yaşayıb? O 19-cu əsrdə Amerikaya emiqrasiya edib. Məhəmməd Əli qətiyyən İrlandiyalıya oxşamır. Ən az ona görə ki, qaradərlidir. Babası qaradərli bir xanımla evlənib ona görə. Onda əsl İrland xasiyyəti var. Məgər hiss olunmur? Bəli, bütün dahilər bir yolla İrlandiya ilə bağlıdırlar. Erin zarafatla dedi. Əlbəttə. Dünya proletariyatının atası Lenin də Londonda olanda İrlandiyalı ingilis dili müəllimlərinin xidmətindən istifadə edirmiş. Ona görə də ingilis dilində İrland ləhcəsi ilə danışırdı. Bu fakt kifayət oldu ki, Lenin London səfərindən qayıdandan sonra bütün dünyanı təsir altına alan inqilabın əsasını qoysun və SSR-ni yaratsın. Sean, sənin yalnız anan İrlandiyalıdır. Ancaq bu ölkəni yerlilərdən daha çox sevirsən. Deyəsən qanın qarışıq olsa da ruhun xalis İrlanddır. Düz deyiblər, həyatı ya keşişlə ya da psixiatrla yaşamaq lazımdır. Niyə? Çünki hər ikisi səni səndən də yaxşı tanıdığını düşünür. Psixiatrla yaşamağın bir üstünlüyü də var. Sən ona fikir söyləyirsən, o sənə diaqnoz. Aydındır. Müstəntiqləri də unuttun amma. Müstəntiqlər. Anlamırlar ki, cəmiyyətin aqibəti onlardan asılıdır. Kaş ölkənin hər əyalətində heç olmasa bircə dənə sənin kimi müstəntiq olaydı. Qədimdə müsəlman şərqində ədalətli bir xəlifə yaşayırmış. O bir gün qərar çıxarır ki, yalnız müalicə olunmuş xəstələr həkimə pul versinlər. Sağalmamış xəstələrdən isə həkimi pul almağa haqqı yoxdur. Xəlifə hesab edir ki, həkimin vəzifəsi xəstələri sağaltmaqdır. Sağaltmayan həkim vəzifəsini tam icra etməyib. Deməli, pul almağa da haqqı yoxdur. Nəticədə həkimlər xəstələrini sağaltmaqla daha çox maraqlı oldular. Qısa zamanda həmin xəlifənin məmləkətində xəstəliklərin kökü kəsildi. Ancaq indi həkimin pulunu qabaqcadan ödəyirik ki, ölsək borclu qalmayaq. Bax, əgər ölkəmizdə də dövlət yalnız açılmış cinayətə görə qardaya pul ödəsə, o zaman açılmamış cinayət qalmaz. Sean, mən hər dəfə düşünəndə ki, səni bu dəfə tam kəşf etdim, yeni bir simada qarşımda peyda olursan. Erin artıq təngi nəfəs olmuşdu. Sözlər ağzından qırıq-qırıq çıxırdı. Bir şey qalmayıb, çatırıq. Yox, Sean, taqətim qalmayıb, buradan keçə bilməyəcəm. Erin əli ilə daşlıq keçidi göstərdi. Sean qızı qolları üstünə aldı. Onda səni qollarımda apararam. Burada gecələyəsi deyilik ki. Bu qəfil hərəkət qarşısında Erin nə deyəcəyini bilmədi. Çırpındı. Sean'dan onu yerə qoymasını tələb etdi. Amma Sean'un onu doğrudan da yerə qoyacağından ehtiyat edib tezdə sakitləşdi.
Yıxılmamaq üçün onun boynundan yavaşca tutdu. Nə vaxtsa bu qədər xoşbəxt olmuşdumu? Deyəsən yox. Şon ara bir nəsə deyir, qız da onun gözlərinə baxaraq dinləyir, fikrini cəmləyərək nə dediyini anlamağa çalışsa da alınmırdı. Dediyi sözlərdən çox gözlərindən qəlbinin hiss etdiyini anlamaq istəyirdi. Əlini Şonun saçlarında gəzdirmək, qulağına sevgi dolu sözlər pıçıldamaq istəyirdi. Venesiya karnavallarının mahiyyəti. Mənə cavab vermədin. Şon Erinin fikrinin dağınıq olduğunu görüb onu silkələdi. Fikrin haralarda gəzir? Hə, nə dedin? Eşitmədim. Erin çaşqın halda dilləndi. Şon Erini yerə qoyub nəfəsini dərdi. Bəsdir qucaqda gəzdin, yuxulayarsan. Qucağımda da daşıyıram, üstəlik bu halımla söhbət də edirəm, xanımsa heç qulaq da asmırmış. Yaxşı da Şon, de görüm nə deyirdin? Karnavalları deyirəm. Eşitmisən bu barədə? Orta əsrlərdən bu yana İtaliyada, əsas da Venesiyada keçirilən karnavallarda maska taxmaq adəti var. Buradan bu adi hala çevrilir və insanlar uzun müddət gündəlik həyatda da üzlərini örtmək üçün maskadan istifadə etməyə başlayırlar. Yəni küçədə gəzəndə və ya qonşuya keçəndə maska taxıb gedirlər. Niyə ki Şon? Müxtəlif səbəblərdən. Bəzən cinayət, bəzən gizli eşq həyatı, bəzən də əxlaqsızlığa olan düşkünlük onları buna vadar edirdi. Maskasız halda çata bilmədikləri istəklərinə bu yolla çatırdılar. Nökərlər belə maska taxmağa həvəsli idilər. Çünki bu, insanları ictimai cəhətdən də bərabərləşdirirdi. Maska taxmış nökər bəzən alicənab şəxs hesab edilə bilərdi. Get-gedə qumar oyunları, gecə barları, əxlaqsız qadınlar atmağa başladı. O dövrdə cinayət hesab edilən homoseksuallıq sürətlə yayılırdı. Bu çirkin işlər hətta keşişlər və rahibələr arasında belə çoxalırdı. Buna görə də 18-ci əsrdə Venesiya Respublikasının son dövrlərində maskaların karnaval xaricində istifadəsinə qadağa qoyuldu. Adi insan psixologiyasıdır. Erin dedi. Beynimizdə minlərlə əxlaqa, ictimai qanun və dəyərlərə zidd olan fikirlər dolanır. Ancaq cəmiyyətdə xeyli əziyyət bahasına öz haqqımızda formalaşdırdığımız müsbət rəy onları həyata keçirməyə imkan vermir. Maska altında insanın o ictimai mövqe ilə rabitəsi qırılır, başqa bir insan olur. Etdiklərinə görə artıq səni nə kimsə qınayacaq, nə də cəzalandıracaq. Hə, belə karnavallarda iştirak edən İtalyanlar deyərdilər ki, insan maskanı taxan kimi elə bil bütün şəxsiyyətini dəyişir. Özü belə özünü tanımır. Zehnində alt qatlarda həbs etdiyi bütün iyrənc fikirlər azadlığa can atır. Özünə xas olmayan hərəkətlər etməyə başlayır. Bir tanışım karnavalda özünü çox bayağı və yüngül aparan qadınla maraqlanır. Bütün gecəni hamının diqqətini çəkən bu qadının kim olduğunu bilmək üçün evlərinə çatana qədər arxasınca düşür. Məlum olur ki, bu sakit təbiətli, hər kəsin yanında mühafizəkar fikirləri ilə tanınan evli bir qadındır. Elə karnavallarda bu cür hadisələr deyərdim ki, çox baş verir. Hətta belə bir hadisə də olub ki, bir kişi yaxınlaşıb tanış olmaq istədiyi qadının sonradan öz arvadı olduğunu öyrənib. Hər insanın içində həqqi şəxsiyyətini daim əvəzləmək istəyən qondarma şəxsiyyətlər, alter egolar var. O alter egoların üzə çıxmasının qarşısını bizim həqiqi şəxsiyyətimiz alır. Bu işdə ona şərləri dərk edən ağıl, ictimai qınaqdan qorxma, şəxsiyyətini yüksək tutma kimi psixoloji faktorlar yardım edir. İnsan bu cür karnavallarda fərqli maskalar taxır. Birində qadın maskası taxır, o birində canavar, digərində tülkü, başqa birində yaraşıqlı yeniyetmə oğlan. Canavar maskasının altında gizlənəndə qəzəb, tülkü maskasında hiylə, cavan oğlan maskasında isə məhəbbət və eşqbazlıq xüsusiyyətlərini nümayiş etdirir. Əslində isə total olaraq dəyişməyib. Səbəb nədir Erin? Psixologiya bunu necə izah edir? İnsan özünün yaratdığı alternativ şəxsiyyətlərini üzə çıxarmağa ehtiyac hiss edir. Belə deyim, evin tək uşağını təsəvvür et. O təklikdən əziyyət çəkir və bu zaman psixikanın müdafiə mexanizmləri işə düşür. Darıxmamaq üçün özündə bir şəxsiyyət yaradır. Oyuncağını əlinə götürəndə o şəxsiyyət işə düşür və uşaq onun roluna girir. Beləcə onun tənhalığı yüngülləşir. Sonra məktəbə gedir, orada onu davamlı olaraq incidir, təhqir edirlər. Uşaq buna dözə bilmir. O zaman da özündən digər şəxsiyyəti yaradır. Özünə təlqin edir ki, təhqir olunan o deyil, həmin o uydurduğu şəxsiyyətdir. Bütün zərbələri o alternativ şəxsiyyət öz üzərinə götürür. Uşaq getdikcə buna öyrəşir və bütün həyatı boyu hər psixoloji zərbə qarşısında yeni şəxsiyyət yaradır. Yaratdıqlarını da bir ömür öz içində gəzdirir. Şəxsiyyət parçalanması görünür daha çox uşaqlıqda, psixikanın hələ çox zəif və qeyri-stabil olduğu dönəmdə baş verir. Elə düşün,
Hamıda az-çox bu cür psixoloji müdafiə olur. Bu normaldır. İçki də insanda eyni effekti yaradır. İçən adam daha hansı sifətə düşmür? Klon, aktyor, sərkərdə, prezident, müəllim, keşiş, uşaq. Belə xəstələri necə müalicə edirlər? Şəxsiyyət parçalanmasında adətən hipnozdan ya da güclü psixoterapiyadan istifadə olunur. Bununla xəstədə yaranmış güclü psixoloji müdafiə mexanizmlərini dayandırırlar. Ondan sonra insana başına gələnləri digərlərinin üstünə atmamağı və olduğu kimi qəbul etməyi təlqin edirlər. Bu zaman insan öz psixoloji problemləri ilə, tənhalıq və acizlik kimi sıxıntılarla, döyülmə, söyülmə, təhqir və təcavüz kimi başına gəlmiş hadisələrlə üzləşməli olur. Reallığı qəbul etdikdən sonra ona həqiqi çıxış yolunu izah edirlər. Bu zaman insan təbii olaraq özündə yaratdığı qondarma alter egolara ehtiyac hiss etmir və onlar da yox olub gedir. Əksər psixoterapevtlər yazırlar ki, alternativ egoları yox etmək üçün onların hər biri ilə sazişə gəlmək, ayrıca işləmək lazımdır. Bunun əleyhinə elmi məqalə yazmışdım. Mənim araşdırmalarıma görə həqiqi şəxsiyyətin özünü gücləndirmək, onun özü ilə sazişə gəlmək kifayətdir. Bütün alter egoları o yaradıb. Hamısı əsas şəxsiyyətdən an-bu-an güc alır. Onları yalnız həqiqi şəxsiyyət yox edə bilər. Bu, insan psixologiyasının çox möhtəşəm qabiliyyətidir. İnsan kosmosu araşdırır, yerin dərin qatlarına qədər gedə bilir. Ancaq özünü hələ də tam olaraq öyrənə bilməyib. Şu an sıldırım təpənin başında oturdu. Axır ki çatdıq. Bir bu mənzərəyə bax. Bu zirvəyə gəlib çıxanlara ana təbiət öz mübhəm gözəlliklərini açır. Hündür təpələrin qoynunda gizlənmiş sehirli Killarney gölləri də buradan apaydın görünür. Şon, nə yaxşı ki məni buralara gətirdin. Erin gördüyü gözəlliyə vali halda dilləndi. Sevgidən nifrətə gedən yol. Şon susqunlaşdı. Təpənin başında oturub göz oxşayan təbiətə baxırdı. Arabir də yerdəki yenicə baş qaldırmış kövrək otlardan qoparır, burnunu yaxınlaşdırıb ətrini ciyərlərinə çəkir, sonra da ətrafa səpələyirdi. Bundan necə zövq aldığı hiss olunurdu. Qopardığı otları hərdən bir yanında səssizcə oturmuş Erinin başına səpirdi. Qız təbəssümlə saçını ilişmiş otları götürüb ovucunda toplayırdı. Şonun öz nəvazişini bu cür göstərdiyini düşünüb xoşhallanırdı. Niyə boşandın, Şon? Erin özü də bilmədi ki, bu sual birdən-birə dodaqlarından necə qopdu. Bir gün həyatıma nəzər saldım. Gördüm ki, məni bərk narahat edən, əhvalımı əməllicə korlayan 4 amil var. Arvadım, yaşadığım məhəllənin səsküyü, rəis Dohanyu və özüm. Biraz da götür-qoy etdikdən sonra gördüm ki, ümumi narahatlığın 70%-i Martanın payına düşür. Sonra düşündüm ki, həyatımda 70% tıxac yaradan Martaya nəyə görə dözməliyəm? Bunun üçün isə bir dənə də olsun tutarlı səbəb tapmadım. Uşağa görə dözmək yalnız uşağa faydası olduqda məntiqlidir. Gərgin ailə mühiti isə heç bir uşaq üçün faydalı deyil. Martadan boşandım. Rəis Donahyunun bölməsindən çıxıb iş yerimi dəyişdim. Evimi satıb başqa yerdən ev aldım. Qaldı bircə özüm. Özündən də ki, qurtulmağın yolu yoxdur. Ona görə də çalışıram onu yola verim. Bəs ailə səbr istəmir? İnsan o zaman səbr edir ki, durumu heç cür yaxşıya doğru dəyişə bilmir və çıxılmaz vəziyyətdədir. Səbr etdiyin işin qarşısında mükafat umarsan. Marta ilə evliliyim isə Martanı düşündürən yalnız özü idi. Övladı olduğunu daha çox onun ad günlərində xatırlayırdı. Bütün günü bəzənir, restoranlarda yeyir, səyahətlərə gedirdi. Daxilini bəzəməyə vaxtı qalmırdı. Qadınlar elə düşünür ki, əksər kişilər üçün zahiri aləm daxili aləmdən daha önəmlidir. Məhz buna görə də zahiri aləmlərinə daha çox diqqət edirlər. Daxili aləmə əhəmiyyət verməyən kişilərin qadınları da təəssüflər olsun ki, heç də fərqli deyillər. Deməli, Marta tam bir şeytan idi? Xeyr, mən elə bir söz demədim. Qəbul etsək ki, bəzi qadınlar mələkdilər, bəziləri şeytan, o zaman deyərdim ki, Martada bunun hər ikisi var idi. Getdiyimiz karnavallarda ona çox vaxt şeytan maskası alardım. O da zarafatla deyərdi ki, əsla tanınmayacağı maska taxmalıdır. Axı, keçən dəfə onun yaxşı insan olduğunu demişdin. Hə, düzdür. Sutkanın 8 saatını elə olurdu. O da yatdığı vaxtlara təsadüf edirdi. Yəqin bu vaxtlarını nəzərdə tutub demişəm. Marta düşünürdü ki, bizim ailə konfliktlərində həmişə iki tərəf olur. Haqlı olan özü və mən. Axı, bu məzlum qadınlardan istədiyiniz nədir? İstəmək sizin işinizdir, xanım. Qadınlar hər şeyin yalnız öz istədikləri kimi olmasını arzu edirlər. İstəyirlər ki, kişilər onlar kimi düşünüb, onlar istəyən kimi yaşasınlar. Onlar istəyən kimi hərəkət etsən belə, yenə də narazı olacaqlar.
Bu oyunda sən hər bir halda ofsayddasan. Qadınlara görə ərləri onların ovucularının içində olmalıdır. Kişilər etiraz etdikdə ikinci, sonuncu variantı təklif edirlər. Ayaqları altında olmaq. Martanı tərk edəndən sonra yeri görünmür həyatında. Tez-tez xatırlamırsan? Heç mi peşman deyilsən? Yalan danışa bilmərəm. Axırıncı dəfə bir neçə ay bundan əvvəl yadıma düşmüşdü. Qonşuda ərlə arvad möhkəm dalaşırdı. Səsləri küçənin o biri başına çatırdı. Arvad ərinə vəhşi, heyvan deyə bağırır, əri də cavabında bu 5 ildə sən məni bu hala salmısan deyirdi. Həmin an Marta ilə keçirdiyim xoş günləri xatırladım. Əgər bir insanın həyatından getməsi ilə heç bir şey itirmirsənsə, demək o nahaq yerə getməyib. Kişi-qadın ixtilafları heç vaxt bitməyəcək. Köklü həll yolu da görünmür. Bütün ailə ixtilaflarının kökünü qurudacaq tək mükəmməl yol var. Nədir o? İki tərəfdən biri öz istəklərindən tamamilə əl çəkməlidir. Bütün ailə konfliktləri bir tələblə başlayır. Hər iki tərəf iddia edir ki, problemlər yalnız onun istədiyi yöndə həll olunmalıdır. Bu zamanda qarşı tərəf öz istəyindən keçməyi bacarmalıdır. İdeal ailə 2 nəfər bir istəkdən, ixtilaflı ailə isə 2 nəfər 2 istəkdən ibarətdir. Yaxşı, səncə kim öz istəyindən əl çəkməlidir? Mən ailədə patriarxal idarə etmə sisteminə inanıram. Kişi həm siyasi, həm iqtisadi, həm də mənəvi nüfuza malikdir. Sən əsl İrland kişisi tək fikirləşirsən. Qadın üzərində zorakılığı da hər halda dəstəkləyərsən. Ataların ailədə hakimiyyəti aydındır ki, qadın zorakılığının dəstəkləməsi anlamında deyil. 2 istək, 2 tirəklikdir. İndi kim prezident idarə etmə sistemini ölkənin vətəndaşlarına qarşı zorakılıq kimi başa düşür? Gəminin bir kapitanı, təyyarənin bir pilotu, ölkənin bir başçısı, maşının bir sürücüsü, bədəndə bir baş və ailədə də bir başçı olar. Niyə hər şey kişidən başlayır? Bu yaradılışın təbii gərəyidir, Erin. Şon gülümsədi. Görmürsən? Tanrı da insanı yaradılışını kişi ilə başlayıb. Ona ağıl, fiziki güc, rəhbərə xas bütün xüsusiyyətləri verib. Sonra isə kişiyə köməkçi və hayan olaraq qadın yaradıb. Ancaq bioloji qanuna uyğunluğa görə öncə qadın yaranmalıdır. Çünki kişinin doğma qabiliyyəti yoxdur. Bəs kişisiz qadının doğma qabiliyyəti varmı? Şon, biz necə də gülməliyik. Uşaq kimi öcədləşirik. Təcrübə elmlər bu suala cavab verməkdə acizdir. Məntiqə görə isə nəsil artırmaq üçün hər ikisi birdən yaranmalıdır. Ağıl da heç bir şəkildə cinsiyyətdən asılı deyil. Hətta axtarsan, ağıllı kişi ağıllı qadından daha az rast gəlinən tapıntıdır. Yəqin İrland ailəsinə ağıllı qadın lazım deyil. Ona görə də razılaşmırsınız. Erin, müdrik qadın həmişə hamıya lazımdır. İrland ailəsinə kişidən ağıllı olduğunu gözə soxan qadın lazım deyil. Hər iki tərəf özünü ağıllı biləndə ailə dünya müharibəsi meydanına çevrilir. Günəşi qucaqlamaq. Şon, niyə insanlara güvənmirsən? Yaxşı, birindən, ikisindən, üçündən xəyanət görmüş ola bilərsən. Sən axı qəlbini bütün insanların üzünə bağlamısan. Etimad edirsən, sənə xəyanət edirlər. İnanırsan, aldadırlar. Yaşatmaq istəyirsən, sənin canına qıyırlar. Əlini yardım üçün uzadırsan, əlsiz qalırsan. Belə şəraitdə necə etimad edəsən? Necə qəddar olmayasan? Şon, sənə hərdən yazığım gəlir. Sən şeirlə, dərin şərq fəlsəfəsi ilə və həssas qəlb tələb edən mənəvi mövzularla maraqlanırsan. Mənə təbiətin gözəlliklərindən, vətənpərvərlikdən danışırsan. Bütün bunları dərindən anlamaq üçün insanda ilk növbədə eşq olmalıdır. Mənə elə gəlir ki, səndə bu yoxdur. Baxır eşq deyəndə nə nəzərdə tutursan? Bu geniş bir məfhumdur. Təbiəti sevən vacib deyil ki, məsələn, qadınları da sevmiş olsun. Erin qəsdən mövzunu sevgidən salırdı. Şonun bu barədə düşüncələrini anlamaq istəyirdi. Məncə sən də aşiq ola bilərsən. Sadəcə hələ etimadını qazanan olmayıb. Əlini uzatdığın, yaşatmaq istədiklərin də yanlış biriləri olub. Bəzi duyğular qarşılıqlı olmasa, qanadı sınıq quş kimidir. Sevgi, etimad, dostluq. Şon ayağa qalxdı. Erindən aralanıb, yüksəkliyin düz kənarında dimdik dayandı. Eləsi olmalıdır ki, əlimi ona uzadıb aşağıya, uçuruma doğru pərvaz etmək istədiyimi desəm, aşağıya baxmadan, tərəddüd etmədən sadəcə mənə güvənərək əlimdən tutsun. Bunu axı kim edər? Mən. Erin yavaşca dilləndi. Ritorik olaraq səsləndirdiyi suala aldığı gözlənilməz cavab Şonu çaşqınlıq içərisində qoydu. Erin gözlərini yumub Şona doğru addımlamağa başladı. Əlini ona tərəf uzatdı. Şon bir anlıq ayağı boşluğa düşən Erinin əlindən yapışmalı oldu. Tullanmağa hazıram, Şon. Mən hazıram. Mən tullansam tullanacaqsan? Bu tullanış sənin ölümünlə nəticələnsə belə? Mən sənə güvənirəm, Şon. Məni yoxlaya bilərsən.
Erin bərk-bərk yumduğu gözlərini hələ də açmamışdı. Şon bunu ciddi qəbul etmədi. Erinin tullanmayacağından əmin olduğu üçün yerində tullandı. Heç nədən xəbəri olmayan Erin isə irəli tullandı və bircə anın içində az qala Şonu da arxasından çəkib aparacaqdı. Şon nə baş verdiyini anlaya bilməsə də, iti davranaraq digər əli ilə Erinin əlindən möhkəm yapışıb özünü yerə atdı. Qız yüksəklikdən asılı qaldı. Şon ehtiyatla onu özünə doğru dartmağa başladı. 1-2 dəqiqədən sonra hər ikisi təngi nəfəs, həyəcandan rəngləri ağarmış halda yerdə uzanmışdılar. "Sən neynədin? Az qala ölmüşdün!" Şon qışqırdı. "Sənə güvəndim. Mən zarafat edirdim. Mən isə ciddi idim." "Sən məndən də dəlisən, Erin." Şon heyrətdən geniş açılmış gözlərini qızdan çəkə bilmirdi. "Sonra demə ki, səndə İrland qanı yoxdur." "Sən dəli qızları xoşlamırsan? Mən sənə görə çox qorxdum. Görünür səni heç tanımamışam." "Elə mən də. Biz həmkarıq. Niyə imkan vermirsən ki, səni daha yaxşı tanıyım?" "İnan ki, bundan yaxşı bir şey çıxmayacaq." Şon artıq biraz sakitləşmişdi. "Sən mənə daha çox valeh olacaqsan. Sonra da məndən heç vaxt əl çəkmək istəməyəcəksən. Bu yaxşı deyilmi? Görürsən, sən yalnız özünü düşünürsən." Erin Şonun zarafatı qarşısında pərt olub özünü müdafiə etmək istədi. "Şon, dediyim sözləri ciddiyə almazsan yəqin ki. Sənin də hansı sözün zarafat, hansının ciddi olduğunu təyin etmək olmur." Dikdirə salınmış əlvan xalının üstündə səssizcə uzanmışdılar. Erin qalxmaq istəmirdi. Günəş gizlənmişdi. Buludların arasından boylanan mehriban şüalar dərisini, saçlarını tumarlayırdı. Balaca bir arı yanındakı çəhrayı çiçəyin üstünə qonur, havaya qalxır, təkrar geri qayıdırdı. Sanki çiçək ilə şirin söhbət edir, onu çəməndə buraxaraq ayrılıb gedə bilmirdi. Bütün təbiət əlbir olub Erinin qulağına sevgi nəğməsi pıçıldayırdı. Başını Şona sarı çevirdi. Görəsən o da bu nəğməni eşidirmi? İçindən ona toxunmaq, qucaqlamaq keçdi. Necə də yaxın, necə də uzaqsan. Eyni ilə o buludların arxasında gizlənmiş günəş kimi düşünürdü. Olub ki, sən bir insanı hədsiz dərəcədə sevəsən, ancaq qucaqlaya bilməyəsən. Hə. Onda niyə ona öz sevgini etiraf etmirsən? Bəlkə bilsə, onu qucaqlamağına icazə verər. Erin uşaq inadı ilə Şonun qəlbində kiminsə olub-olmadığını bilmək istəyirdi. O bunu çoxdan bilir. Bunu ilk fürsətdə özünə demişəm. Ancaq çox təəssüf ki, onu qucaqlamaq mümkün deyil. Niyə? Çünki insanın özünü qucaqlaması alınmır. Şon, səni tanıdıqca əmin oluram ki, göründüyü və dediyin kimi deyilsən. Bilirəm, əslində mən daha yaxşıyam. Erin ürəkdən güldü. Şonun bu cür zarafatları əvvəllər onu əsəb etsə də, indi əyləndirir və özünə daha çox bağlayırdı. İnsana vətənini nə qədər pul sevdirə bilər? Geri qaydanda qaş qaralırdı. Yolun kənarında bəstəboy bir kişi maşın gözləyirdi. Şon maşını saxladı. Pəncərəni aşağı indirib, hara getmək istədiyini öyrənmək üçün başını uzatdı. Kişi onu qabaqladı. Jack, Killarney hansı tərəfdədir? Ora necə gedə bilərəm? Burada azıb qalmışam. Adımın Jack olduğunu hardan çıxartdın? Nə bilim, ehtimal verdim. Naməlum adam gülərək cavab verdi. Hə, onda gecə vaxtı burada qal və Killarney'nin hansı tərəfdə olduğuna ehtimal ver. Şon maşını sürətlə yerindən tərpətdi. Naməlum adam maşının arxasınca əllərini tərpədir, nəsə deyirdi. Niyə onu götürmədin? Özünü hazırcava və çox bilmiş kimi göstərməyə çalışan adamlardan heç xoşum gəlmir. Erinin ona yazığı gəldi. Bu axşam vaxtı maşını hardan tapacaq? Gərək götürərdik. Onsuz da yolumuzun üstüdür. Biraz aralanmışdılar ki, Şon maşını geri döndərib qayıtdı. Naməlum kişi maşının arxa qapısını açıb, ərk ilə düz ortada əyləşdi. Burada oturmaq rahat idi, çünki həm Şonu, həm də Erini görə bilirdi. Orta yaşlarında, keçəl, geniş alınlı, qaynar gözləri olan biri idi. Qabarıq almacıq sümükləri üzünə şən ifadə verirdi. Mən bilirdim ki, saxlayacaqsınız. Şon heç nə demədi. Mənim adım Jack'dir. Hamıya öz adına müraciət etmək, hər yerdə özünü görmək istədiyindən irəli gəlir. Bu Jack özünü bəyənmişlikdə səndən də irəlidədir. Erin Şona zarafat etdi. Hardansan, Jack? Killarney'də dostum yaşayır. Ora gedirəm. Hə, hardanam? İrlandiyalıyam. 20 ildir ki, başqa ölkədə yaşayıram. Başqa ölkəyə niyə getmirsən? Yaxşı qazanmaq, yaxşı həyatımın olmasını istədim. Peşən nədir? Klounam. Klounlara bu dəqiqə bütün ölkədə tələbat var. Əsasən də siyasətdə. Şon zarafat etdi. İrlandiyada yox.
Bəs səni bu yerlərə bağlayan bir amil yoxdur? Erin soruşdu. Yox, pul bəlkə. Ola bilər. Hə, pul. Ölkəm mənə diqqət etmir, məni görmür. Bu torpaqlara mən lazım deyiləm. İrlandiyada xoşuna gələn nələrsə olmalıdır axı. Heç olmasa 3 şey saya bilməzsən? Şon soruşdu. 3 xoşuma gələn şey. Heç nə xoşuma gəlmir, belə baxanda. İnsanlar yəqin ki, ünsiyyətə çox meyillidirlər. Onlarla özümü rahat hiss edirəm. Sənə kömək etməyə hazırdılar. Jack biraz düşündükdən sonra, bəli, insanları, onlar çox yaxşıdılar. Bəs heç xoşuna gəlməyən 3 şey deyə bilərsən? Bu dəfə Erin soruşdu. Bayaqdan qabağa tərəf əyilmiş Jack arxaya söykəndi. Havasından zəhləm gedir. Təbiətinə nifrət edirəm. Səni burada vətənində nə qədər pul saxlaya bilər? Jack əlini alnına qoydu və dərindən düşünməyə başladı. 30.559 funt. Bu məbləğ səni vətəndə neçə müddətlik bağlayar? Mən 1 illik, 5 illik deyil. Ölənə qədər qalmağı nəzərdə tuturam. Şon bir daha soruşdu. Hə, ölənə qədər deyirsən. Elə bildim ki, 1 ili nəzərdə tutursan. Ömürlük üçün nağd və öncədən ödəmə edilsə, yarım milyon. Yaxşı, vətən üçün əsl vətənpərvərin edəcəyi bütün işləri görmək üçün əlavə nə qədər istəyərsən? Vətənpərvərin işləri? Yəni maddi çıxarım olmasa belə, hər yerdə ölkəmin xeyrinə danışmaq, onun ən zəif inkişaf etmiş idman növlərinə belə azərkeşlik etmək, köynəyimin üzərinə ölkəmin gerbini çəkmək, qapıma da bayrağını sancmaq, məclislərdə İrlandiyanın şərəfinə badə qaldırmaq, hər il digər həmvətənlərimin sağalması üçün qan vermək, başqa ölkələrə gedəndə xaricilərə yalandan da olsa, ölkəm üçün darıxmışam, biz tərəflər daha gözəldir demək, hər yerdə ingilis dilində yox, ancaq İrland dilində danışmaq. Hə, onda Jack bu dəfə daha çox fikrə getdi. 1 milyon hamısı bir yerdə. Sənə vətənini sevməyin üçün nə qədər pul lazımdır? Ancaq düzünü de. Hə, Jack başını qaşıdı. Bu çətin məsələdir. Mən heç bir pul müqabilində bunu edə bilməyəcəm. Hisslərim öz əlimdə deyil axı. Jack, bəs sənin vətənpərvərliyindən İrlandiya neçə funt qazanacaq? Mənim əlimdən klonluqdan başqa bir iş gəlmir. Ona görə də İrlandiyanın xeyri... Jack yenə də düşünməyə və barmaqlarını bükərək hesablamağa başladı. 1, 2, 3, 7... Yəqin ki, İrlandiya məndən ən çoxu 50.000 funt xeyir götürər. Səncə bu ədalətli sövdələşmədir? Puldan başqa səni burada nə saxlaya bilərdi? Hər şeyə rəğmən məni sevən qadın olsaydı. O sadəcə deyərdi. Jack, heç yerə getmə. Burada mənim yanımda qal. Çünki səni çox sevirəm. Ola bilər ki, pulumuz olmasın. Kasıb yaşayaq. Ancaq mən səni hər halınla, hər zaman sevəcəm. Jack bu sözləri deyib başını aşağı saldı. Qüssələnmişdi. Yolun qalan hissəsini hər üçü sustular. Biraz da getmişdilər ki, Jack maşından düşmək istədiyini dedi. Burada? Şon təəccüblə soruşdu. Bəli. O maşından düşdü və uzaqda görünən kəndə doğru addımladı. Erin üzünü pəncərəyə tərəf çevirib Jackin ardınca baxırdı. Onlar bu qəribə insanın hərəkətlərindən heç nə anlamadılar. Bir şey soruşa bilərəm, Erin? Buyur. Şonun simasındakı ciddiyyət önəmli bir şey deyəcəyini göstərirdi. Erinə baxdı. Sözə necə başlayacağını bilmirdi. Bu da qızı lap həyəcanlandırdı. Sən atanın öldürüldüyünü niyə gizlətmisən? Hamı elə bilir ki, atan avtomobil qəzasında ölüb. Cliff. Erin hələ balacaykən anası dünyasını dəyişmişdi. Atası onu heç vaxt anasızlığın acısını yaşamağa qoymamışdı. Bütün boş vaxtlarını birlikdə keçirir, ata qızdan çox 2 yaxın dost kimi keçirib gedirdilər. Uşaq yaşlarından üzgüçlüklə məşğul olan Erinə 12 yaşına çatanda artıq əsl üzgüçü demək olardı. Onların Cliff ləqəbli 50 yaşlarında bir qonşuları vardı. Erinin atası ilə bərabər tez-tez qızın yarışlarına gələr, kənardan izləyərdi. Daha sonra qızın məşqlərində də iştirak etməyə başladı. Bu Erini narahat etmirdi. Bir gün Cliff Erinə soyunma otağında hücum edərək təcavüzə cəhd edir. Erin onun əlindən çətinliklə qaçıb qurtula bilir. Olanları atasına danışdıqda o polisə deməyib məsələni özü həll etmək qərarına gəlir. Cliff'in evinə gedəndə onun heç nə olmamış kimi qarajda rahat işlədiyini görür. Cliff Erinin atasını gördükdə həmişə kimi mehribancasına salamlaşır. Artıq əsəbini cilovlaya bilməyən ata özü ilə gətirdiyi dəyənəklə Cliff'i möhkəmcə döyür. Cliff ağır bədən xəsarətləri ilə xəstəxanaya gətirilir. Erinin atasından polisə şikayət gedir.
Klifə də azyaşlı qıza təcavüzə təşəbbüs maddəsi ilə iş qaldırılır. Uzun çəkişmələrdən sonra vəkillərin vasitəsilə tərəflər qarşılıqlı razılığa gəlirlər. Klifə 1 il zindan hökmü verilir. Azadlığa çıxdıqdan sonra kini soyumamış Klif intiqam almaq üçün bir fürsət axtarırdı. Bir gecə açıq qalmış pəncərədən onların evinə girib, yuxudaykən hər ikisinin əl-qolunu bağlayaraq sürüyüb maşına saldı və böyük bir su rezervuarına gətirdi. Erinə, indi sənin necə üzgüçü olduğunu görəcəyik deyərək, başından zərbə almış atasını əli bağlı suya atdı. Qızın əllərini açıb onu atasını xilas etmə imkanı verdi. Atasının boğulduğunu görən Erin özünü suya atdı. Arxasına keçərək onu qucaqladı və nəfəs ala bilsin deyə başını suyun üzərində saxlamağa çalışdı. Getdikcə 13 yaşlı qızın gücü tükənməyə başladı. Erin ağlayaraq Klifə yalvarır, atasını xilas edərsə istədiyi hər şeyə razı olacağını deyirdi. Atası isə qışqıraraq onu buraxmasını, qaçıb canını qurtarmasını tələb edirdi. Qızın sısqa qolları artıq atasını suyun üzündə tuta bilmirdi. Aciz halda həyatdakı yeganə doğma insanının daş kimi ağırlaşaraq suyun dibinə gömülməsini istəyirdi. Mən gözümü atamın gözlərindən çəkmirdim. O suyun dibinə batdıqca məni də öz arxasınca aparırdı. Mən onun bağlı qollarından tutub suyun üzünə çıxartmaq istəsəm də gücüm çatmırdı. Hiss edirdim ki, nəfəsim çatmır. Su ağzıma dolurdu. Keymiş qollarım biraz da boşalır, atam əlimdən sürüşüb çıxırdı. O boğulurdu. Ancaq gözlərini hələ də üzümdən çəkməmişdi. Artıq tərpənə bilmirdi. Su burnuma, ağzıma dolduqca ölümün dadını hiss edirdim. Mən dəhşətli seçim qarşısında qalmışdım, Şon. Ya atamın arxasınca gedib ölümü onunla bərabər qarşılamaq, ya da onu zülmət sulara təslim edib öz həyatımı xilas etmək. Erin höçqıraraq için ağlayırdı. Şon maşını kənarda saxlayıb, sükut içində Erini dinləyirdi. Sanki qarşısındakı gənc psixoloq qadın deyildi. 13 yaşlı aciz bir qız uşağı ağlayaraq ona öz taleyini danışırdı. Şon, mən ikinci yolu seçdim, ikincini. Mən atamın ölümünü, öz yaşamağımı seçdim. Mənə ən çox möhtac olduğu vaxtda atamı tərk etdim. Mən əlimi atamın qolundan çəkdim. Həmin an gözlərinə baxdım. O razılıqla gözünü yumdu. O istəyirdi ki, mən yaşayım, ancaq mən özümə nifrət etdim. Mən hələ də özümə nifrət edirəm. Həmişə də nifrət edəcəm. Şon Erini qucaqlayıb sakitləşdirmək istədi. Erin bu nəvazişdən təsirlənib daha ürəkdən ağladı. Zaman keçdikcə özümü içdən yeməyə başladım. Düşdüyüm burulğan məni hər gün suyun dibinə doğru biraz da çox aparırdı. Boğulurdum. Yaşamaq çox çətin olmuşdu. Son gücümü toplayıb elmə pənah apardım. Psixologiyanı da o səbəbdən seçdim. Ruhi böhranlarımı həll etmək üçün. Sonradan belə bir nəticəyə gəldim. Yaşama instinkti bizi bütün həyati əhəmiyyətli seçimlərdə yalnız özümüzü seçməyə vadar edir. Deməli, mən insan təbiətinin tələbinə uyğun hərəkət etmişdim. Başqa cür edə bilməzdim. Mənim yerimə kim olsaydı elə edərdi. Hətta atam belə. Gəldiyim nəticə, içimi gəmirən vicdanımı az da olsa susturmağa kömək oldu. Sonradan mənə böyük sevgidən dəm vuran oğlanları bu ağır imtihanla sınadım. Hamısı son anda əlimi buraxıb öz həyatlarını seçdilər. Bu bir tərəfdən məni üzsə də, digər tərəfdən vicdanımı rahatladırdı. Bununla özümə təskinlik verir, etdiyim hərəkəti də bəraət qazandırırdım. Bəlkə də elə buna görə onları sınayırdım. Ancaq sən mənimlə sona qədər getdin. Sən mənimlə bir yerdə ölməyi seçdin, Şon. Sənin o hərəkətin mənim həyata olan baxışımı büsbütün dəyişdi. Mənə görə həyatın həqiqəti bundan ibarət idi. Ana öz övladını, ər öz arvadını, hər kəs öz əzizini öz həyatı naminə tərk edəcək. Və bu təbiidir. Ancaq sən... Kennedy'nin əlini sıxmış qəribə qoca. Yol sahil kəndlərinin birinin kənarından keçirdi. Kiçik kəndli komalarının biçimsiz pəncərələrindən gecəyə süzülən zəif işıqlar qəribə ab-hava yaradırdı. Erin bərk susadığını hiss etdi. Şon yola yaxın evlərdən biraz aralıda dayanmış balaca tənha komaya yaxınlaşdı. Biraz kənarda köhnə bir tövlə də var idi. Həyətdə asılmış tor, tilov, papaqlı su keçirməz plaş və balıqçı ləvazımatları buranın bir balıqçı koması olduğundan xəbər verirdi. Qapı açıldı. Saç saqqalı ağarmış yaşlı kişi maşının səsinə həyətə çıxdı. Salamlaşdıqdan sonra Şon su istədi. Gəlin içəri uşaqlar, təkəm. Siz heç kimə mane olmayacaqsınız. Yoldaşım illər öncə dünyasını dəyişib. Oğlum isə buralardan çoxdan köçüb gedib.
Tənha qocanın qəlbini qırmamaq üçün içəri keçdilər. Bir otaq və mətbəxdən ibarət olan balaca komadan rütubət qoxusu gəlirdi. Otaqda kitab rəfindən başqa demək olar ki, diqqətə layiq heç nə yox idi. Rəfdəki kitabların əksəriyyətinin cildi tökülmüşdü. Kitabların çoxuna yer olmadığından rəfin üzərinə qalaqlanmışdı. Balıqçı və kitab? Erin bu kitabların kişinin oğluna aid olduğunu düşündü. 4 səfər. Əlinə aldığı nimdaş kitabın adını dilinin altında təkrarladı. Kitabı vərəqləyib, içində yazılanlara ötəri baxdı. Təəccübü gözlərindən hiss olunurdu. Başını razılıqla tərpədərək kitabı yerinə qoydu. Kişi canfəşanlıqla yığcam taxta masanın üstünə boşqa və stəkan düzdü. Onları öz əlləri ilə xüsusi otlardan hazırladığı şərbətə və kökəyə qonaq etdi. Evə girirsən təksən, yatırsan təksən, durursan təksən, yeyirsən yenə təksən. Az qalırsan ki, dəli olasan. Təklik kişi üçün, xüsusən də yaşlı çağında çox çətindir. Evlisiz yoxsa hələ evlənəcəksiniz? Şonla Erinin gəlişinə çox sevinən yaşlı balıqçı onları süzərək soruşdu. Şon ağzını açmaq istəyirdi ki, Erin onun indi acı cavab verəcəyini güman edib qabağa düşmək istədi. Kim, Şonla mən? Ölmədən cəhənnəmə getmək? Niyə ki, hər şey ola bilər. Erin bu cümlənin Şonun dilindən qopduğuna inana bilməyib mat-mat baxdı. Dediyi sözlərə görə artıq peşman olmuşdu. Üstəlik də o Şon haqqında elə düşünmürdü. Hə, məncə də ola bilər. Bəli, məncə də. Kəkələyərək sözünü düzəltmək istədi. Yaşlı kişi onlara əhəmiyyət vermədən söhbətinə davam edirdi. Qocalığın ən pis tərəfi odur ki, bədən qocalsa da ruh cavan qalır. Cavanlıqdakı kimi hərəkət etmək istəsən də alınmır. Bax onda, yaşlandıqca nə etmək istəyirsiniz ki, ancaq edə bilmirsiniz? Erin təbəssümlə soruşdu. Cavan vaxtı yoldaşıma sadiq olmağa çalışırdım. Ancaq bacarmırdım. İndi isə xatirəsinə də olsa xəyanət etmək istəyirəm, yenə də bacarmıram. Hamının üzündə gülüş yarandı. Bu yaşdan sonra bir qadına ölənə qədər sadiq olacağımı and içsəm, andıma sadiq qalaram. Neçə yaşınız var, cənab? İndiki yaşımı bilmirəm. Ancaq 30 neçə yaşım var idi. Demişdilər ki, Prezident Kennedy Korka gələcək. Korkun dar küçələri insanlarla dolmuşdu. Budur, onun korteji dayandı. Kennedy avtomobilindən düşdü və cəmaata tərəf dönüb hamıya göz gəzdirdi. Gözü birdən mənə sataşdı. Mən ortalarda bir yerdə dayanmışdım. Kütləni yararaq özümü qabağa verdim. Kennedy'yə əl uzadıb görüşmək istədim. Mühafizəçilər qoymadılar. Bu zaman o özü bizə tərəf gəldi və mənim əlimi sıxdı. Sonra üzümə baxıb gülümsəyərək dedi. İndi hamı ona bir əfsanə kimi baxır. O isə istərdi ki, sadə bir insan olsun. Sonra isə əlimi hələ də buraxmadan üzünü ətrafına toplaşmış böyük kütləyə tutub uca səslə dedi. Ümidsizlik xalqı məhv edir. Azadlıq bölünməzdir. Ona görə də əgər bircə insan belə kölədirsə, heç kəs azad deyil. Çönüb bir daha mənə baxdı və maşından minib getdi. Bir neçə aydan sonra onu Dallasda qətlə yetirdilər. Bunu eşidəndə bir nəfəsə onunla əl-ələ görüşdüyüm yerə qədər qaçdım. Ora çatdıqda yerə çöküb körpə uşaq tək ağladım. O vaxtdan çox keçib. İndi mən təkəm. Daha dəqiq desək, tənhayam. Təklik qorxulu deyil? Erin soruşdu. İnsanlarla birgə yaşamaq bəzən daha qorxuludur. Təklik də tənhalığa səbəb olanda qorxulu olur. Təklik keçmişdə buraxdığım səhvlər üzərində düşünmək imkanı verir. Təklik həm də müdriklik gətirir. Şon dedi. Uzun zamandır tək yaşadığımdan içimdən gələn səsləri eşidirəm. Bu səslər gecənin bir aləmində səndən soruşa bilərlər. Jack, necəsən? Sən bu səsi beynindən keçən mənasız fikir hesab edirsən. Bu an yenidən səslənərlər. Jack, bizimlə danış. Onda anlayırsan ki, içində səni dindirmək istəyənlər birdən çoxdular. Hər birinin öz fikri, öz istəyi, öz xasiyyəti, öz hədəfi var. Bir müddətdən sonra onların səsi daha bərkdən eşidilir. Sən də artıq başlayırsan onlara cavab verməyə. Xoşuna gəlməyənlərdən bədənini nə vaxt tərk edəcəklərini soruşursan. Getmək istəməyənləri qılığlayıb, hansı şərtlərlə səni tərk edəcəklərini öyrənməyə çalışırsan. Kömək üçün daxilindəki müdrik səsə müraciət edirsən. Bəzilərini nəvazişlə, bəzilərini isə qorxu ilə nəzarətdə saxlamaq lazımdır. Bəzilərinin hətta dili də başqadır. İçimizdə hakimiyyət uğrunda əsl müharibə gedir. Onları nəzarətdə saxlamaq üçün hər an hücuma, bəzən də sazişə hazır olmalısan. Onlar istəyirlər ki, gizli hərəkət etsinlər. Ancaq hər gün öz içinə səfər edən, ruhunun okeanına baş vuran mahir balıqçı onların pıçıltılarını eşidir. Eynilə okeanda ovun harada olduğunu hiss etdiyi kimi. Balıq bəzən çox dərində olur.
Onu üzə çıxarmaq üçün ya özün dərinliklərə enməli, ya da onu o dərinlikdən aldadaraq yuxarı çağırmalısan. Onların məqsədləri nədir? Əksəriyyəti bizi okeanda batırmaq istəyir. Qayığa hücum çəkən müxtəlif okean yırtıcılarına bənzəyirlər. Ruhumuza sahib olmaq uğrunda mübarizə gedir. Belə çıxır ki, cani etdiyi cinayətə bəraət qazandıra bilər. Deyə bilər ki, bu işi mən deyil, mənim içimdə olan bir başqası görüb. Şon dedi. Həqiqi şəxsiyyət həmişə etdiklərinə cavabdehlik daşıyır. Çünki ən son ana qədər daxili səslərə tabe olmamaq, hakimiyyəti yalançılara təslim etməmək imkanı onun əlindədir. Zəiflik göstərir, içindəkilər də istədiklərini edirlər. Daxilimiz sirlərlə doludur. Özümüzü dərindən tanıdığımızı güman edirik. Əslində isə bu özümüzü çox səthi tanıdığımızı göstərir.